Recording başlattım. E, Ben bugün kimi olaraq mövzu iki dənə mövzu var. Sliding window bir də prefix sum'dır. Keçən dərs mövzu olaraq səhvlərimiz two pointers'a baxmısınız. Bu dərsdə bunlardan məsələn sliding window two pointers'ın olsa sadəcə bir növdür ki demək olar. Yəni two pointers'dan çox oxşuyur. Aralarından sliding window. İkisinə də baxacağıq, ikisinə də məsələlərlə baxacağıq əsasən. Yəni ikisinə də təxmini bir və ya iki məsələ ilə baxacağıq. Birinci sadəcə izahlayacağım. Daha sonra kodunu göstərəcəm. Ümumiyyətlə gələcək dərs boyu. Nəysə, başlaya bilərik. İlk məsələdən başlasaq, yəni bu məsələdə bizə deyir ki, en uzunluğunda bir array var və bizə bir dənə k verir. Bizdən bütün k uzunluğundakı aralıqlarda bizdən bütün k uzunluğundakı aralıqlarda ki, aralıqlarda neçə dənə fərqli ədəd var, onu sarmağımızı istəyir. Yəni belə izah etməli olsam, burada baxsanız n3-dür, yəni n8-dir, k3-dür. Yəni onsuz da 8 uzunluğunda bizə array verib və k da 3-dür. K nəyi bildirir? Bizdən belə bütün 3 uzunluğundakı aralıqlarda fərqli ədədlərin sayını istəyir. Məsələn, ilk 3 uzunluğundakı aralıqda fərqli ədədlərin sayı neçədir? 3-dür. Növbəti 3 uzunluğundakı aralıqda fərqli ədədlərin sayı neçədir? Kim baxsan, bunu 2. 2-dir. 2 və 3. Növbəti 3 uzunluğunda aralıqda fərqli ədədlərin sayı neçədir? O da 3. 3-dür. Belə gedir. Yəni uzatmaya ehtiyac yoxdur. Əsas şərti başa düşmək üçün bunu göstərdim. Baxsanız outputda bu şəkildə verib. Onsuz da yəni axırıncı 3 uzunluğundakı aralıqda baxsanız bu şəkildə olmuş olur. Oradakı fərqli ədədlərin sayı da neçədir? 1. Sadəcə bir dənə fərqli ədəd var. Hamısı 2-dir. Tək fərqli ədəd 1, 2-dir. Baxsınız ona görə output bu şəkildədir. Sırayla bütün belə k uzunluğundakı aralıqlarda fərqli ədədlərin sayını verməlisiniz. Sayını çıxışa verməlisiniz. Buna biz normal birinci həll düşünsəydik, necə bir şey eləyə bilərdik? Yəni sadəcə dediyini eləməyə çalışa bilərdik də. Yəni sadəcə bütün sayla indeksləri gəzib, sadəcə bura qədər davam eləməliyik. Buradan sonra məsələn bu ədəddən sonra 3 dənə ədəd yoxdur artıq. Yəni hara qədər ki bundan sonra k dənə ədəd var, bunu rahat tapa bilərik onsuz. Ora qədər davam eləməliyik. Məsələn, başdan başlayıb 0-cı indeksdən başlayıb bura qədər davam eləməliyəm. Bir bütün indekslərə baxmalıyam ki, bu indeksdən başlayanda k dənə elementə baxmalıyam. Daha sonra bunlardan neçə arasında fərqli var onu tapmalıyam. Sonra keçib bu bir indeksdən başlayıb k dənə elementə baxmalıyam. Sonra keçib digər indeksdən başlayıb k dənə elementə baxmalıyam. Sadəcə hər indeksdə belə yəni başdan saysam bu k dənə elementi. Məsələn, burada k dənə elementi gəzdim, sonra gəldim burada k dənə elementi gəzdim. Time kompleksli olaraq baxsanız ən pis ola biləcək nə deyə bilərik? Məsələn, time kompleksli olaraq ən pis mən n dənə indeksin hamısından n dənə indeksin hamısının olmur. Yəni baxsanız n minus k plus 1-dən indeksdən olur. Yəni niyə n minus k plus 1? Çünki yəni bu sonda k minus 1 dənə indeksdən sonra k dənə ədəd olmur. Yəni məsələn basılıb bundan sonra 3 dənə ədəd yoxdur. Bundan sonra 3 dənə ədəd yoxdur, amma bundan sonra 3 dənə ədəd var. Bu neçəsində olmur deyə baxsanız, exactly tam olaraq k minus 1 dənəsində olmur. Ona görə n minus k minus 1 dənə indeksdə amma olur. Biz tam olaraq n minus k minus 1 dənə indeksə baxmalıyıq. Hansı ki, burada mötərizəni açsanız n minus k plus 1 deyir. Mən tam olaraq n minus k plus 1-dən indeksdə baxmalıyam və onlardan k dənə hər bir indeksdən də k dənə elementə baxmalıyam. Özündən sonraki. Ona görə əgər mən bunu normal belə ən ağlınıza gələn ilk yolla eləməyə çalışsaydım, time kompleksinin bu olacaqdı. n minus k plus 1 vurulsun k. Hansı ki, bu heç də yaxşı bir time kompleksi deyil. Çünki yəni, təxmini n kvadrat kimidir. Baxsanız. Hələ. Ona görə biz burada başqa bir yol, başqa bir yolla bu məsələni həll etməyə çalışmalı olduq. Çünki yəni, normal ağlınıza gələn ilk ideyyanı yazmalı çalışsaq time limit alacaq. Bəs daha sürətli necə eləyə bilərəm? Hansı ki, o da elə bugün keçəcəyimiz sliding windowdur.
burada sliding window işlətməliyik. Bu onsuz ən sadə örnəklərdən biridir sliding window. Baxsanız sliding window mənası nədir? Sliding window sadəcə yəni tərifli tərcümə etsək sürüşən pəncərə mənasına gəlir. Hansı ki pəncərə aralıq, yəni pəncərə deyəndə əslində aralığı nəzərdə tutulur. Yəni baxsanız birinci mən bu aralıq üçün bu aralıqdan neçə dənə fərqli ədəd var, onu tapmalıyam. Sonra sadəcə bu bir dənə sürüşür sağa. Yəni hətta çəkmək olsam bu bir dənə sürüşür sağa, sonra mən bu aralıq üçün tapmalıyam. Burada neçə dənə fərqli ədəd var. Sonra bir dənə də sürüşdürürəm. Sonra rəngi dəyişmək istəyirəm. Sonra bu aralıq üçün tapıram, burada neçə dənə fərqli ədəd var. Belə-belə sürüşə-sürüşə gedir. Baxsanız, yəni mənim burada əslində baxsanız hər aralıqda başdan başlayıb fərqli ədədlərin sayını saymağıma ehtiyacım yoxdur əslində. Yəni necə bir də elə göstərməli olsam, baxsanız baxsanız bu birinci 3 uzunluğunda aralığıyla digər 3 uzunluğunda aralıqda sadəcə 2 dənə fərq var. Yəni o da bu və bu elementdir. Yoxsa 2 aralıqda da bu 2 və 3 var. Sadəcə mən birindən digərinə keçəndə yəni mən bu birinci 3 uzunluğunda aralığından digər 3 uzunluğunda aralığıma keçəndə sadəcə o birinci ədəd çıxır aralıqdan. Sonra sonradan başqa bir element girir aralığa, əlavə olunur. Yəni baxsanız 1 2 3 idi başda. Sonra bir dənə sürüşdürəndə 1 çıxdı. Onun yerinə ondan sonradan bir element girdi aralığa. O həmin elementdə 2 idi. Yəni baxsanız mən məsələn bu aralıq üçün cavabı hesablamışamsa birinci aralıq üçün. İkinci aralıq üçün bu cavabı əslində mən yenə başdan hesablamama, yəni başdan saymağıma ehtiyac yoxdur fərqli ədədlərin sayını. Yəni sadəcə bayaqkından çox az fərq var da, 2 dənə element fərq var. Sadəcə o 2 dənə elementi nəzərə alırsan fərqli ədədləri sayında, buradakı fərqli ədədlər sayında o bəsləyir. Yəni sliding window bütün məntiqi bundan əlaqəlidir. Və məsələn bunu da burada necə elə bilər? Məsələn mən ümumi olaraq belə düşünsəniz, fərqli ədədlərin sayını nədən istifadə edərək saya bilərəm? Belə sadəcə burada bu məsələyə həll etməyinizə ehtiyac yoxdur. Sadəcə ümumi olaraq soruşuram. Məsələn fərqli ədədlərin sayını nədən istifadə edərək sayırsınız ümumi olaraq? Məsələn hər hansı Set, multiset. Set və multisetdən istifadə edə bilərik. Düzdür. Burada da setdən və s. istifadə edə bilərsiniz. Sadəcə baxsanız, burada seti və s. necə edə bilərsiniz? Yəni başda ilk 3 dənəsini deyək set atdı. Setdə var 1, 2, 3. Yəni setin sadəcə ölçüsünə baxsam, bilə bilərəm də neçə dənə fərqli element var. Setin yəni bütün elementləri set atsaq və sonra setin ölçüsünə baxsaq, set ancaq duplikatları saxlamır axı. Set ancaq fərqləri saxlayır. Oradan bilə bilərəm ki, neçə dənə fərqli element var. Sadəcə indi başda setim bu şəkildədir. Sadəcə aralığı bir dənə sürüşdürəndə, yəni digər növbəti k uzunluğunda aralığa keçəndə nə baş verir? Aralıqdan 1 çıxır, 2 gəlir. Aralıqdan 1 çıxır. O zaman mən burada düz tam bu şəkildə eləyə bilmərik, çünki bu elementdən birdən çox ola bilər. Yəni məsələn aralığım deyək ki, başda 1 1 2 3, yəni deyək ki, bu ekzampla baxaq və k-da olmuş olsun. K-da 4 olmuş olsun. Baxsınız ilk 4 uzunluğundakı aralığımdakı elementləri set atsam, setdə 1 2 3 olmuş olur. İndi bunu bir dənə sürüşdürsəm, sadəcə başdakı bir baxsanız çıxır. Bu oldu, bu xətt birincisini gəldi. Baxsanız, sadəcə bu başdakı 1 çıxır, yerinə 5 gəlir aralığa. Sadəcə yəni 2 dənə dəyişikliyi var aralıqda. Yəni mən indi 1 çıxıb deyə 1-i silməliyəmmi ümumi setdən? Baxsanız, burada silməməliyəm. Niyə silməməliyəm? Çünki aralıqda başqa 1 də var. Yəni mən indi bir dənə sürüşdürəndə bu aralıqdan çıxan elementlərin içərisində 1 var deyə bilmərəm ki, indi bu sürüşdürülmüş aralıqda heç 1 yoxdur. Çünki bayaqki aralıqda 2 dənə 1 var idi. Ona görə 1-i çıxır deyə aradakı fərqli ədədlərin sayı dəyişmir orada. Yəni 5 gəlir deyə dəyişir. O ayrı məsələdir. Amma yəni 1 çıxır deyə 1 azalmır birinci aralıqdakı fərqli ədədlərin sayı. Çünki aralıqda başqa 1 də var idi. Yəni 1 1 2 3 idi. Bir dənə sürüşdürəndə bu 1 çıxdı aralıqdan, amma digər 1 qalıb, ona görə fərqli ədədlərin sayı dəyişmir.
Ona görə burada ümumi set yox da bizə biraz da map lazım olmuş olur. Çünki hər elementdən neçə dənə olduğunu bilməyimizə ehtiyac var. Və ya setlə map'i falan combine yəni bir yerdə işlətmək və s. olar, amma sadəcə map işlədərək də yazmaq olar bu məsələni. Yəni burada ona görə sadəcə yəni normalda setlə yazmaq olardı. Burada sadəcə deyim bir elementdən birdən çox ola bilər. Məsələn və bayaq baxsanız elementlərdən yəni birdən 2 dənə var. Birinin aralıqdan çıxması fərqli ədədlərin sayını dəyişdirmir aralıqda. Ona görə mən bunların sayına ehtiyacım var. Yəni set kimi götürsəm, məsələn, birinci deyək ki, elementləri set atmışdım. Yəni set kimi götürəndə necə problem ola bilər? Birinci elementləri set atmışdım. Baxsınız 2-4 dənə elementi burada set atsam, başda da bu üzərinə x çəkdim 1-dir. Başda bu 2-4 dənə elementi set atsam, setdəki formaları 1-2-3 olmuş olacaq. Və bir dənə sürüşdürəndə mən desəm ki, 1 çıxır aralıqdan 5 girir, ona görə 1-i silim setdən, sonra 5-i əlavə eləyim. Bu düz olmayacaq. Çünki biri setdən silməməliyəm. Çünki 2 dənə 1 var idi. Biri silindi, digəri qaldı. Yəni yenə aralıqda bir dənə 1 qalıb. Mənə ona görə burada set işimə yaramır. Ona görə mənə map lazımdır ki, maplə tam olaraq hər elementdə neçə olduğunu bilim. Və məsələn mən mapdə necə oldu? Məsələn birinci məsələn mapdə saxlamışam, mapdə saymışam, saxlamışam ki, məsələn ilk 4 dənə elementi saydım. 1-dən 2 dənə var, 2-dən 1 dənə var və 3-dən 1 dənə var. Mapdə bu şəkildə qarşılıqlarla saxlanıb da, yəni 1-in qarşılığı 2 olacaq, 2-nin qarşılığı 1, 3-ün qarşılığı 1 olacaq. Və nə vaxt ki, məsələn, indi məsələn sürüşdürəndə bir dənə, baxsanız bir dənə 1 çıxdı aralıqdan, bir dənə 5 girdi. Yəni 1-in sayını 1 azaltsam, aralıqda 1-in sayı 1 azaldı, düşdü 1-ə. 0-a düşmədi ki, 0-a düşsəydi 1 silinəcəkdi, aralıqda 1 qalmayacaqdı. Fərqli elementlərin sayı 1 azalacaqdı. Amma 0-a düşmədi. Ona görə silmirəm 1-i. Hələ də yəni aralıqda 1 var. Bir də üstünə bir dənə 5 gəldi. 5-in sayı yəni olmayanda qarşılığı mapdə 0 olmuş olur. 5-in sayı bir dənə yeni 5 gəldi deyə 5-in sayı 1 olmuş oldu aralıqda. İndi baxsanız mapin ölçüsünə görə bilə bilirəm ki, indi məsələn bir dənə sürüşdürəndə aradakı fərqli elementlərin sayı neçədir? Sadəcə hər sürüşdürəndə nə etməliyəm? Məsələn indi burdan bir dənə də sürüşdürürəm deyək ki, bir dənə də sürüşdürsəm aralıq belə bir şey olmuş olardı. Bayaq kimi fərqli rənglə göstərim ki, yəni sadəcə hər sürüşdürəndə baxsanız, məsələn 2-3-2 aralığından bir dənə də sürüşdürəndə, sadəcə 2 çıxır aralıqdan 5 gəlir. Belə sadəcə hər sürüşdürəndə neçə dənə fərqli element var onu tapmaq üçün sadəcə 2 dənə dəyişiklik olur da. Bir dənə element çıxır aralıqdan, bir dənə element gəlir. Onu mapdə eləməlisiniz. Yəni mapdə o bir dənəsini silməlisiniz. Yeni bir dənə element gələndə əlavə eləməlisiniz. Bunu sadəcə mapla həll etməliyik. Başqa da bir şey yoxdur. Sadəcə ümumi olaraq yəni sliding window'un əsas məntiqi oradandır ki, yəni bizə burada bu K uzunluğundakı aralıqlarda, məsələn mən növbəti K uzunluğundakı aralığa keçirəm. Sadəcə 2 dənə dəyiş, yəni çox az dəyişiklik olur deyə. Mən sonra həmin aralıq üçün təkrar başdan hesablamalı deyiləm cavabı. Hələ bayaqki cavabın sadəcə biraz bayaqki cavabdan sadəcə biraz fərqli olmuş olur. O da bayaq dediyim kimi bir dənə element çıxır aralıqdan, bir dənə yeni element gəlir. Sadəcə ona görə bayaqki cavab üzərindən yenidən cavabı hesablaya bilərəm. Ümumi məntiq burdandır. Kod üzərindən də ümumi göstərəcəm. İndi sadəcə kodunu göstərəcəm. Hətta dərsdə bir yerdə, onsuz da indi yazacağam kodunu. Sadəcə belə ümumi suallar varsa onları şey eləmək. Məsələn, əgər nəyisə başa düzdür, hər şey yəni full başa düşməmiş ola bilər. Çünki məsələn bəziləriniz bəlkə də sadəcə implementation-ı görəndən sonra tam başa düşür. Amma belə ümumi olaraq nə sual varsa məntiqi ilə və s. Məsələn, nə hələ ki məsələn başa düşə bilmirsinizsə ki, biz tam olaraq necə eləyəcəyik və s. və ya ümumi alqoritm falan başa düşənmirsinizsə, ümumi soruşa bilərsiniz. Alqoritm daha çox texniki olaraq gedə bilər. Ümumi hansı two pointer kimidir. Okay. O zaman şey Mənim gəlir. sual yoxdur. Sual yoxdur. O zaman məsələn başa düşənlərin sadəcə əl qaldırmasını istəyəcəm ümumi olaraq. Olmasın, bilim deyə. Yarı yarıya falan kimi bir şey desən. Okay. Aslında 22 adam var dərsdə, 15 nəfər. Sadəcə digər dostlar kim başa düşməyibsə, ümumi olaraq soruşa bilərsiniz yəni. Yəni başa düşməmisinizsə, nəyə başa düşməmisinizsə onu soruşa bilərsiniz. Əgər bir çox şey başa düşməmisinizsə, o da problem deyil. Yəni orada bir problem yoxdur. Başa düşməmək olsa da bir problem deyil. Sadəcə nəyə başa düşməmisinizsə onu soruşa bilərsiniz. Orada çəkinməyinizə sadəcə ehtiyac yoxdur onunla bağlı.
Okay. O zaman sadəcə bunu necə implement eləyə bilərik ona keçək. Bunu mətnə yazacağam. Deməli en color girişdən, daha sonra da en uzun da array girişdən. Okay. Array də altı girişdən. Input aldım. İndi sadəcə bizə bir dənə map lazımdır. Map götürəcəm. B map olmuş olsun. Birinci ilk kadene, yəni məsələn K3-dür burada. Tamam Birinci müəllim. salam. Birinci ilk kadene elementi mapə əlavə eləyəcəm. Daha sonra indi sürüşdürə sadəcə hər sürüşdürəndə 2 dənə fərq olacaq da. Məsələn, birinci ilk kadene elementi birinci mapə əlavə eləyirəm. Oradakı fərqli ədədlərin sayını sadəcə mapin ölçüsündən tapa bilərəm. Sonra sonra hər sürüşdürəndə baxsanız, yəni iki dənə bayaq dediyim kimi 2 dənə dəyişiklik olur. Məsələn, 1 çıxdı, 2 girdi aralığa. Sonra buradan bir dənə sürüşdürsəm, 2 çıxacaq, 5 gələcək aralığa. Onları bir-bir mapdə həll və sonra hər dəfəsində fərqli elementlərin sayını da mapin ölçüsü ilə çıxaracam. Birinci ilk kadran elementi olaraq ilk kadran elementi birinci mapə əlavə edirəm. Yəni necə əlavə edirəm? Sadəcə hər gördüyüm elementin mapdə sayını 1 artırıram. Məsələn, burada bu example-da hər gördüyüm bu ilk kadran elementə baxıb hər gördüyüm elementin mapdə sayını 1 artırsam, bu şəkildə bir şey olmuş olacaq da. 1-in qarşılığı mapdə 1 olacaq, 2-nin qarşılığı mapdə 1 olacaq, 3-ün qarşılığı mapdə 1 olacaq. Yəni hər gördüyüm elementin qarşılığını 1 artıranda düşünsəniz, saymış olmasa bunu onsa biraz map işləmişsinizsə bilə bilərsiniz. Yəni onsuz da bu normal həyatdakı kimidir elə. Məsələn, normal həyatda necə məsələn atıram stulların sayını sayırsınız, hər gördüyünüz stula görə sayı 1 artırırsınız da, elə sayırsınız. Burada da eyni şəkildə hər gördüyümüz elementə görə onun sayını 1 artırıram sadəcə. Qarşılığını 1 artırıram, o şəkildə saymış oluram onu. Hər elementləri. Baxsanız map bu şəkildə olur. Mən sadəcə mapin ölçüsünə baxıb bilə bilərəm ki, neçə dənə fərqli element var. Birinci kazundakı aralığı gəzdim, onların hamısını mapə əlavə elədim. İndi sadəcə mapin ölçüsünü çıxararaq ilk şey üçün cavabı çıxara bilərəm. İlk aralıq üçün cavabı çıxara bilərəm. Sadəcə indi daha sonra davam eləməliyəm. İndi məsələn 0-dan başlayan bu kazundakı aralıq üçün cavabı çıxartdım. İndi sonra 1-dən başlayan, 2-dən başlayan, 3-dən başlayan bir-bir bütün aralıqlar üçün cavabı çıxarmalıyam. Hara qədər getməliyəm? Bayaq dediyim kimi n-k+1-dən nə indeksə baxmalıyam. Evet, 1-dən başlayandan demək olaraq yəni bu şəkildə yazdım ümumi olaraq. Yəni 1-dən başlayıram, hara qədər gedəcəm, yəni ora qədər gedəcəm ki, ondan k-1 element sonrası var. Yəni ondan k-1 sonraki element array-in içərisindədir, yəni var. Məsələn, baxsanız, burada k3 olanda mən bura qədər gedəcəm. Çünki bundan sonra k dənə element yoxdur. Bura qədər gedəcəm, onu indi for-la necə yazıram? Baxıram ki, nə vaxt o vaxt ki davam edirəm ki, bu i-dən yəni k üstdürsə, o zaman bundan üst element götürsən, bu aradakı sonuncu element bundan k-1 sonraki element olmuş olacaq. Bundan k uzunluğunda bir aralıq götürsən. Ona görə nə vaxt ki bu i plus k-1 i-dən baxanda i plus k-1-ci element array-in içərisindəsə varsa, o zamana qədər davam edirəm ümumi olaraq. Sual soruşursunuz, yoxsa sıra ilə gedə bilərik? Birinci Murad, daha sonra ya da əliniz qalıbsa, yəni birinci Muraddan başlayaq. Müəllim, mən o dedizə əl qaldırım başa düşənlər. Hə, ondan qalıb. Mən də olsa birinci onu dedim hələ, bəlkə oradan qalıb deyə. Firuz səndə də yoxsa? Mənə indi səs gəldi çünki. Okay. O zaman
bir tərəfdən də bura nəzərdə saxlamağa çalışıram ki, belə nəsə belə kodu izah edəcək, yazdıqca nəsə sual olsa, ən azından yerində həll eləyək deyə. Ona görə belə nəsə məsələn kodun ortasında sual oldu, əlinizi qaldıra bilərsiniz. Sadəcə mən hələ ilk eləyə biləcəyim vaxtda suala cavab verəcəm. Okay, davam edirik. Sadəcə baxsanız, e, belə hər sonrakına keçəndə sadəcə indi bunu i ilə ifadə eləsək, nə çıxır, nə daxil olur deyə aralığa. Bayaqkını silməyə falan çalışmayım, elə sadəcə yenidən bunu yalayaq. Baxsanız, yəni onsuz da birinci sıfırdan başlayaraq mən k dənəsini əlavə elədim məhvə. İndi sonra bir dənə sürüşdürsəm, yəni belə hər i-də. Məsələn, sonra keçdim i1 alına, yəni 1-dən başlayan k uzunluğundakı aralığa baxmağa. 1-dən başlayanda sadəcə sıfırdan başlayanın fərqi nədir? Yəni bu i-dən başlayanın i-1-dən başlayandan fərqi nədir deyə baxsam, sadəcə i-1-ci element çıxır, yəni i-1-i silməliyəm mapdən. Yəni daha doğrusu i-1-in sayını bir azaldacağam mapdə. Çünki məsələn atıram tam silməli deyiləm, çünki məsələn 1-dən çox 1 var, sadəcə sayını bir azaldacağam və sonra sayına baxacağam. Yəni məsələn deyək ki 1 1 2 3 idi. Daha sonra bir dənə sürüşdürəndə birlərdən biri çıxdı. Mapdə 1-in sayı 2 idi. Sonra 1-in sayını mapdə 1 azalsam görəcəm ki, neçəyə düşür? 1-ə düşür. O zaman silməyəcəm. Amma 0-a düşsəydi siləcəkdim. Çünki 0-a düşsə deməli qalmamışdı. O zaman siləcəkdim mapdən ki, artıq bu elementdən yoxdur bu yeni aralığında. Bir də indi i-1-ci silinir. Əlavə olanın indeksi nədir ona baxsam. Məsələn, i-dən başlayan aralığın i-1-dən başlayan aralığından fərqi odur ki, i-dən başlayan aralıqda i-1-ci element yoxdur. Əlavə olaraq yeni bir dənə element əlavə olunur. Bu da sonuncu elementdir. Hansı ki, baxsanız, bu da onsuz da k uzunluğunda aralıqdır ya. Bu i-dən baxanda i plus k-1-ci elementdir. i-dən k-1 sonraki elementdir. Yəni baxsanız, hər dəfəsində sadəcə i uzunluğunda aralığa keçəndə i-1-ci elementi siləcəm. i plus k-1-ci element, bunun i plus k-1-ci elementi əlavə edəcəm. Yəni belə bir i-1-ci elementin mapdə sayını bir azaldıram. Əgər yoxlayıram ki, əgər sayı 0-a düşdüsə, o zaman mapdən siləcəm. Və sadəcə i plus k-1-ci element bu yeni bu aralığa daxil olan elementdir. Onun da sayını 1 artırıram. Çətə boş biraz yazmayaydım. Hər dəfəsində də sadəcə mapin ölçüsünü çıxarıram. Yəni mapdəki fərqli elementlərin sayını onsuz da mapin ölçüsü ilə tapa bilərəm də. Bunu indi atada görə işləyirmi deyə. Daha sonra belə nə sual və s. varsa onları cavablandıracağam. Sadəcə ən azından implementation'da səhv olmadığını dəqiqləşdirək daha sonra. Səhv varsa da uzağı səhv hardadır ona baxarıq. Ki, işlədi. Bunun kodun da şeydir. Daha sonra hələ bunu qrup əlavə eləyəndə qoyuram. Çünki diskasa qoyacaqdım. Diskasa qoysam orada problem yaşanacaq. Çünki qrup əlavə eləyəndə başqa cür olur. Mən bir də məsələləri bayaq dedim atacağam mən. Linkini atmamışam. Nəysə, şey budur. Kontestin linki password belə olmalıydı. Dəqiq baxın. Məncə sadəcə password bir şey bilsəz qoşula bilirsiniz də səhvləməmişsə linki. Başqa bir şeyə ehtiyac varsa, invite falan məncə burada elə olmur deyəsən. Qrup əlavə eləyəndən sonra elə problem qalmayacaq. Nə password, nə də belə link atmama ehtiyac olmayacaq. Onsuz qrupda olacaq. Sadəcə qoşula bilmirsinizsə uzağı xəbər verə bilərsiniz. Həll etməyə çalışaram nəsə problem varsa. Bir də kodu göstərim məsələnin. Amil ulan.
Müəllim, mən belə sualı belə hər hissəsini başa düşmüşəm, amma niyəsə bu sual özü mən qabağıma çıxanda bunların heç birinə gəlməmişdim. Heç Bu map sual. ağlıma belə gəlməmişdi. Abi, bu biraz yani aklına gelmirse bir şey bilirsənsə, mesela mövzunu bilir. Mesela sliding window'un ne olduğunu bilirdin. Bəli, bilirdim. Bilirdin ama ağlına gelmir. Bu biraz mesela mövzunu bilirsən, amma məsələnin hansı mövzu olduğunu tapa bilmirsən. Bu biraz təcrübə işdir. Daha çox məsələ işlədikcə artıq məsələni biraz daha rahat, məsələnin hansı mövzu olduğunu daha rahat görə bilirsən. Biraz yəni daha çox təcrübədən asılı ola bilər ümumi olaraq. Belə də bəlkə məhvlə saymağı falan düşməsən. Sən setlə saymağı düşünmüşdün, ona görə alındıraməmişdin. Bəli, Yoxsa necə, onda düşünməmişdin. Ha, setlə eləməyə çalışdım, amma şeydə çox qəliz gəldi, alındırılmadı. Başa düşdüm. Yəni onsuz da baxsan setdə problem nə baş verir burada? Burada set işlədəndə o problem olur ki, bir elementdən birdən çox olsa, məsələn bir elementdən 5 dənə var, bir dənəsi aralıqdan çıxdı, o bir şey dəyişdirmir. Yəni bir dənəsi aralıqdan çıxdı deyə fərqli elementlərin sayı dəyişmir aralıqda. Ona görə mən hamısından neçə olduğunu dəqiq bilməliyəm. Neçə olduğunu ne say bilərəm? Məhvlə say bilərəm. Məncə o qədər çətin bir şey deyil. Sadəcə belə alında saxlasan ki, məsələn bir elementdən birdən çox olması falan belə təsir edirsə, hər elementin sadəcə olub olmadığını yox da sayını bilməliyəmsə dəqiq olaraq, o zaman map işlətməliyəm ki, məsələn bu məsələdən təcrübə olaraq yadda saxlaya bilərsən. Onsuz da belə öyrənirsən. Yəni sadəcə belə daha çox məsələ görürsən. Öyrənirsən. Orada problem yoxdur sadəcə. Əsas başa düşdünsə bu dəqiqə indi bunu yazılmamışsa, amma başqa məsələni ən azından yaza bilərsən. Bəli, mən bildim, çox sağ ol. Belə kodu sadəcə açıq qoyacağam. Bu dəqiqə nəsə sual olan və sair varsa kodla bağlı ya sən deyərsən bağlı fərqi yoxdur, verə bilərsiniz. Aha ilə. Müəllim, orada 12-ci sətirdə, 13-cü sətirdə B içində, A içində E yazmısınız da, onu izah edə bilərsiniz. B ayı plus map'də ayının sayını 1 artırıram. Yəni bu sadəcə yəni bayaq da demişdim, məsələn normal məsələn düşünün, həyatda məsələn bir şey saymaq üçün nə edirsiniz? Yəni sadəcə məsələn mən atıram, müəyyən bir şey əşyanın sayını saymaq istəyirəmsə, hər bir əşyanı görəndə sadəcə məsələn tutduğum sayı 1 artırıram da. Yəni məsələn burada da map'dən istifadə edərək məsələn mən saymağa çalışıram da 2K elementlərin neçədən olduğunu. Məsələn B ayı plus yazmışam. Məsələn necə işlədiyinə baxaq. I sıfırdan başlayır. Yəni onsuz da ayı nədir? İkinci elementdə. Mən sadəcə 2K elementə baxacağam. Yəni birinci sıfırıncı elementə, sonra birinci elementə, sonra ikinci elementə və B-də onun qarşılığını 1 artıracağam. Birinci BA0-ı 1 artıracağam, daha sonra BA1-i 1 artıracağım, daha sonra BA2-ni 1 artıracağım ki, yəni BA-ni 1 artırmaq nə deməkdir? Sadəcə ikinci elementin mapdəki qarşılığını 1 artırıram. Yəni məsələn ki, map başda boşdur. Mən birinci BA0-ı 1 artıranda nə olacaq? Sadəcə 1-in qarşılığını, mapdə 1-in qarşılığı var. Yəni məsələn 1-in qarşılığı başda bir şeyin qarşılığı mapdə əgər indiyə qədər mapdə yoxdursa o, onun qarşılığı 0 olmuş olur. Mən BA0-ı 1 artıranda A0, yəni A0-ın nədir? Yəni 0-cı element nədir? A ərəyindəki 1-dir. Mən 1-in sayını 1 artırmış olam, 1-in qarşılığını 1 artırmış olam, olacaq 1. Daha sonra 2-nin qarşılığını 1 artıracağam. 2-nin qarşılığı olacaq 1 mapdə. Sonra 3-ün qarşılığını 1 artırıram, 3-ün qarşılığı olur 1. Sonra məsələn baxsan belə sonra iç kod elementi götürdüm. Sonra da hər sürüşdürəndə sadəcə dəyişiklikləri nəzərə alıram. Ki məsələn bu çıxdı elementdən. O zaman bu çıxdı ümumi olaraq aralıqdan. O zaman nə edirəm? Baxsan orada da baxsan BA-1-i 1 azaldıram. Yəni bu i-dən başlayan aralığa baxanda i-1-dən başlayan aralıqdan fərqli olaraq sadəcə aralıqdan çıxır. i-1 aralıqdan çıxır. Ona görə i-1-in mapdəki qarşılığını 1 azaldıram. Baxsan məsələn 1-in mapdəki qarşılığını 1 azaldanda nə oldu? 0 oldu. Bunu saymaq üçün deyirəm də. Məsələn baxsan başdakı iç kod elementə baxsaydın 1-dən bir dənə var idi, 2-dən bir dənə var idi, 3-dən bir dənə var idi. Bunu BA-ni 1 artıraraq saymışdım. Yəni hər gördüyüm elementin qarşılığını 1 artıraraq saymışdım. Sadəcə bir dənə sürüşəndə nə oldu? i-1 çıxdı. i-1-in qarşılığını 1 azaltdım. Yəni i-1-in aralıdakı sayı 1 azaldı. Bayaq bir dənə var idi. İndi bir dənə 1 silindisə, bunu bir azalsam bu düşəcək 0-a. Oradan biləcəm ki, 1-in qarşılığı 0-a düşürsə, yəni bayaq bir dənə 1 var idi. İndi bu aralıq 0 dənə 1 var. O zaman 1-i silirəm mapdən ümumi. Nə vaxt ki say 0-a düşdüsə. Eyni şəkildə bir dənə 2 gəldi. O zaman 2-nin qarşılığını 1 artırıram. Baxsam mapin
ölçüsü bu 2-yə görə bir şey dəyişmədi. Çünki 2 var idi deyə. Sadəcə 2-nin qarşısını götürdüm, 1 artırdım. 2-nin qarşısı 2 olmuş oldu. Bu nəyi göstərdi? Yəni araqdakı 2-nin sayı 2 oldu. Sonra da məsələn baxsan, indi bir dənə sürüşdürəndən sonra indi yenə map'in ölçüsünə baxsam, tapa bilirəm ki, biri sıfıra düşdü, sayını sildim. Yəni tapa bilirəm ki, neçə fərqli ədəd var aralıqda. Yəni mən bəlkə biraz daha geniş izahlədim lazım olanı. Müəllim, bəs orada yuxarıda 8 və 3 rəqəmi yazılmışdı. Orada nəyə görə 8 və 3 rəqəmi Sən dərsə biraz yazılmışdı? gec girmisən deyə mən sənin şərtin görməmisən böyük ehtimal. 8 3 8 bu inputdur. Məsələnin inputu şəkildə ki, birinci n verir sənə girişdən, daha sonra k-nı verir, daha sonra en uzundakı array verir. Bu 8 n-dir, arrayın uzunluğudur. Sonra sənə biraz sonra verəcəyi arrayın uzunluğunu əvvəldən verir. K-da məsələdə, məsələnin şərti odur ki, belə hər k uzunluğunda, k burada üstdə, hər 3 uzunluğundakı aralıqda fərqli ədədlərin sayını çıxarmalısın. Məsələn, ilk 3 uzunluğundakı aralıqda fərqli ədədlərin sayı 3-dür. 1 2 3 3 dənə fərqli element var. Sonrakı 3 uzunluğundakı aralıqda fərqli elementlərin sayı 2-dir. Sonrakı 3 uzunluğundakı aralıqda fərqli elementlərin sayı 3-dür yenə. Ona görə belə bütün k uzunluğundakı aralıqlar üçün fərqli elementlərin sayını çıxarmalısan. Orada baxsan 3 2 3 deyə gedir. Output-a baxsan, məsələdə oradan görə bilərsən. Məsələn, yəni sadəcə hər k uzunluğundakı aralıqda fərqli elementlərin sayını çıxarmalısan. Məsələn, şərti o şəkildədir. K-da onsuz onu görə verir sənə girişdən. Müəllim, bəs orada output nə üçün lazımdır? Nə üçün lazımdır? Output nə üçün lazımdır biraz sualdır. Yəni output məsələ sənə bir məsələ verir. Məsələnin input olmalıdır, bir output olmalıdır ki, yəni sən yəni ümumi olaraq olimpiadadakı bütün məsələlərdə demək olar ki, input və output olur. Yəni output olmasa onsuz da məsələnin düz olub olmadığını şeydir, yoxlaya bilməz. Sənin proqramın output verməsə, sənin proqramın çıxış verməsə, onun şey olduğunu yoxlayacaqsan. Sən ümumi olaraq olimpiadadakı məsələlər bu şəkildədir. Output nə üçün lazımdır biraz, yəni mən heç olimpiyada sualı görməmisənsə, belə bir sual ola bilər, amma belə mən başqa bir şey soruşmaq istəyirdinsə soruşa bilərsən. Çox sağ ol. Ondan sonrası prefix sum'a baxacağıq. Daha sonra da uzağı bəlkə bir dənə də sliding window və prefix sum sualına baxacağıq. Ümumi maksimum 3 sual falan çatdıra bilərik dərsdə yəqin ki. Yəni sadəcə bu sliding window başa düşdüksə, daha sonra bəlkə books məsələsinə baxarıq. İndi amma prefix sum məsələsinə baxacağıq. Yəni daha sonra vaxta əsasən qərar verəcəm hansı məsələlərə baxacaq deyə, amma böyük ehtimal booksa baxmağa vaxtımız çatacaq. Yəqin ki. Nəsə sual vermək istəyirəm. Sual vermək istəyirsə, səs açmağa çalışın. Səhv analizdə isə bir problem yoxdur. Sadəcə ola bilər ki, məsələn səsiniz açdı, sizdən birdən çox səs açıq olanda qarışa bilərsiniz. Ona görə nə vaxt sual vermək istəyirsə səsinizi aça bilərsiniz. Orada problem yoxdur. Sadəcə bir-birinizə də mane olmamağa çalışın. Aslında bir şey yoxdur. Nəysə. Sliding. Aha. Müəllim, orada yazıb ki, altda GPT Azərbaycan dili, GPT rus dili sizdə. Mən deyirəm, ora axı onda görmürəm. Yeniləmə və dəyişmə. Çünki mən əlavə eləməmişəm. Mən əgər buradan əlavə eləsəm, məsələn indi mən refresh eləyim bir də üstünə. İndi görməlisən əslində baxsan. GPT başqalarının yenə görməyəcəksən. GPT görəcəksən çünki bunlar statementlərdir. Məsələn, ümumi olaraq məsələnin şərtləridir. Məsələnin şərtini ChatGPT-yə tərcümə etdiriblər Azərbaycancaya. Və o burada var. Sadəcə mən onu sizə görünüb görünməməsini mən aça bilirəm. Baxsanız bu yanlarındakı işarələr onsuz da onu göstərir. Bilməli olduğunuz bir şey deyil onsuz. Sadəcə vedosda mən məsələni qoyuramsa, mən sadəcə bilməliyəm onu açmalıyam. Lazım olsa açıram. Nəysə. İndi ən azından prefix sumla bağlı bir suala baxsaq. Birinci prefix sum nəyə? Birinci sualı izahlayacağam. Sualın şərtini izahlayacağam. Bu input outputdan bir yerdə kopyalayaq. Bir də qayıdıb baxmayaq outputda. Elə oradan göstərirəm nə olduğunu. Bu ümumi olaraq prefix sumla bağlı görə biləcəyiniz ən sadə sualdır. Hansı ki burada yəni baxsanız məsələnin şərtində nə soruşur? Məsələnin şərtində deyir ki, bir dənə array var və yenə bizə
2 dənə query verir. Yəni 2 dənə bu array ilə bağlı bizdən sual soruşur. Bizim yazdığımız proqramda bu array ilə bağlı bu sualları cavablandırmalıdır. Suallar şey şəklindədir. Məsələn, soruşur ki, müəyyən bir indeksdən başqa bir indeksə qədər olan ədədlərin cəmi neçədir? Yəni bir dənə L verir, bir dənə R verir. L-dən R-ə qədər olan ədədlərin cəmi neçədir? Bizdən onu soruşur. Yəni baxsanız məsələn, burada giriş hansı şəkildədir? Bizə birinci array-in uzunluğunu verir. Baxsanız birinci n verir girişdən. Daha sonra bizə q verir. Bu querylərin sayıdır. Yəni bizə verəcək sualların sayıdır. Baxsanız sonra 4 dənə sual verib, query verir və ən uzundakı array verib girişdən. Daha sonra 2 dənə sual verib. Bizə məsələn bu querylər hansı şəkildədir? Məsələn ilk queryyə baxsaq 2 4 verir. 2 4-ün mənası nədir? Bizdən soruşur ki, ikinci ədəddən 4-cü ədədə qədər elementlərin cəmi neçədir? Yəni ikinci elementdən 4-cü elementə qədər elementlərin cəmi neçədir? Məsələn, ikinci elementdən 4-cü elementə qədər elementlərin cəminə baxsaz, 2 + 4 + 5 11-dir. Ona görə çıxışı 11 verilir. Onsuz. Ən şəkildə 5 6, sonra məsələn 5 6-nı soruşub, hansı ki 5-ci elementdən 6-cı elementə qədər elementlərin cəmi neçədir? 2. 2-dir. Baxsanız onsuz çıxışı onu verib. Ümumi o şəkildə yəni suallar, yəni baxsanız querylər o şəkildədir. Sizdən elə bir 2 dənə query verirsə, hansı ki hər sual L şəklindədir. Sizdən L-dən 50-ci elementdən 50-ci elementə qədər elementlərin cəmini istəyir, onu çıxarmalısınız. Belə sualla bağlı hər hansı bir şərti olan varsa soruşa bilər. 1-dən 8-ə qədər 24 alır. Onu baxmamıza ehtiyac yoxdur onsuz. Yəni əsas başa düşdünüzsə. Başqa? Yoxsa o zaman davam edə bilərik. Sualın şərtini başa düşdünüzsə, o zaman prefix sum'un niyə burada lazım olduğu və s. kimi şeylərə baxa bilərik. Məsələn, prefix sum'un nə olduğunu bilmirəm. Yəni bu dəqiqə onsuz da bəlkə bəziləriniz bilmirsiniz və yəni bunun bir önəmi yoxdur. Deyək ki, bilmirsiniz bu dəqiqə. Bu məsələyə necə həll yaza bilərdik kimi düşünsək? Yəni ən sadə ağlımıza gələn həll sadəcə dediyini eləyərdik də. Yəni məsələn bizdən suallar hansı şəkildə? Suallarda bizə L verir, R verir. L-ci elementdən 50-ci elementə qədər ədədlərin cəmini istəyir. Elementlərin cəmini istəyir. Mən bunu tapmaq üçün sadəcə L-dən R-ə qədər indeksləri gəzib toplayıb tapa bilərəm də. Yəni məsələn məndən birinci istəyir, ikinci elementdən 4-cü elementə qədər elementlərin cəmini. Mən bunun üçün sadəcə array-də ikinci elementdən başlamalıyam. Birdən indeksləsəm, yəni birdən indeksləsəm bunları yuxarıdan indeksləsəm, birdən indeksləyə bilərəm, də sıfırdan indeksləyə bilərəm. Başqa şeydən indeksləyə bilərəm də sadəcə əsas bunlar istifadə olunur. Hansı ki birdən indeksləsəm tam düz gəlir məsələn şərtinə görə. Məsələn şərtində birdən indekslənmiş şəkildə bizə aralıqları verir. Yəni baxsanız burada ikinci elementdən 4-cü elementə qədər sadəcə elementləri bir-bir bunu fordan gəzə bilərəm də. Yəni forla sadəcə gəzib elementlərin cəmini tapa bilərəm də əslində. Gəzib sadəcə sum'un üstünə gələcəm də. Bu L-dən R-ə qədər bütün ayları deyə bilərik. Dövrdə indeksi hansı dəyişəndən götürməyinizdən asılı, çox fərqi yoxdur. Yəni sadəcə forla gəzib tapa bilərəm də. Yəni bu məsələyə adi kod yazmaq istəsəm, hətta məsələn heç də ona ehtiyac yoxdur. Məsələn, time limit verəcək o. Sadəcə onu bəlkə yazıb göstərə də bilərəm, amma heç də uzatmağa ehtiyac yoxdur. Yəni adi görə bilərsiniz. Məsələn, mən elə eləsəm time complexity nə olar deyə baxsaq. Məsələn, hətta constraintlər göstərir məsələdə birinci. N 2 vurulsun 10^5-dir, Q-də 2 vurulsun 10^5-dir. Yəni array-in uzunluğu maksimum 2 vurulsun 10^5 ola bilər. 200 min ola bilər. Sualların sayı da maksimum 200 min dənə. 200 min dənə səndən maksimum sual soruşa bilər ki, müəyyən buradan başqa bir yerə qədər, indeksdən başqa bir indeksə qədər, məsələn, Müəllim, məsələn orada yazılıb 3-cüdən 3-cüyə qədər. Axı 3-nedir? 3-cü ədəddə 4-dür. 3-cü indeksdən 3-cü indeksə qədərdir. Yəni onun nə fərqi var? Yəni baxsan 3-cü elementdən başlasan özünə qədər elementlərin cəmi neçədir? 3-dən 3-ə qədər, 3-3 aralığında. Elementlərin cəmi neçədir? 4-də 300 aralığında bir dənə element var, o da 3-cü indeksdir. 4-dür də, yəni səhv bir şey çıxarmayıb ki. Deməli, adi ən səbəbi düşünəcəyiniz. Sizdə naşınal tapşırıqlar açıqdır, bizdə bağlıdır. Bilmirəm, görsənməli dərsində onu həll edə bilərik də sonra çox problem deyil. Deməli, sadəcə ən sadə düşünə biləcəyiniz həll, yəni prefix sum bilməsəniz belə, yaza biləcəyiniz ən sadə həll, sadəcə sizə bu suallar verir, yəni queryləri girişdən alacaqsınız. Hər querydə sizə LR verir də.
Sadəcə məsələn bir dənə atıram for yazaram ki, yəni eldən başlayır, R-ə qədər gedər və bu eldən nə qədər cəmi şey tapansın, eldən nə qədər elə bir indeksləri gəzərəm və cəmin üstünə gələrəm də hər aralıdakı elementi. Ən sadə həll bu şəkildə ola bilər bu məsələyə. Sadəcə bu şəkildə elə hər suala bu şəkildə cavab verməyə çalışsanız, yəni hər sualda bu şəkildə gəzib cəmi tapmağa çalışsanız, burada time limit alacaqsınız. Niyə? Çünki baxsanız məsələn, mən bir aralığın cəmini tapmaq üçün, bir dənə LR aralığının cəmini tapmaq üçün maksimum en uzunluğunda bir arraydə maksimum neçə dənə elementi gəzə bilərəm. Səsi bağlayaq bu arada danışmırsan. Məsələn, en uzunluğundakı bir arraydə bir aralıq üçün cəm tapacamsa, bir aralığın cəmini hesablayacamsa, ən pis halda belə ən çox neçə dənə element gəzməyimə ehtiyac ola bilər? Belə neçə dənə elementi gəzib onları toplamağıma ehtiyac ola bilər? Yəni sual başa düşmədinizsə, məsələn, N dənə bu. ən pis halda n dənə ola bilər də. Məsələn, məndən birinci elementdən n-ci elementə qədər belə bütün arrayin cəmini tapmağımı istəyir. O zaman onu tapmaq üçün mən bütün arrayi gəzməliyəm də. Bir bütün elementlərə baxmalıyam. Yəni ən pis halda mən bir dənə suala cavab vermək üçün n dənə element gəzə bilərəm və mənə 2 dənə sual veriləcək. Mən ən pis halı düşünək, ən pis halı hesablayaq. Mən 2 dənə sualın hər birində n elementin hamısını gəzəcəm. O zaman mən 2 vurulsun n dənə element gəzməli olacağam. Hansı element gəzmək yəni O1 əməliyyatdır. Yəni gəzib cəmin üstünə gəlmək də, yəni o da O1 əməliyyatı, yəni 1 əməliyyatdır. Yəni ona görə gedən əməliyyat sayım 2 vur n olmuş olacaq. Məncə kampda daha əvvəl time kompleksiyə baxmısınız. Əgər elə yazsam kodu, yəni bir-bir hər suala cavab vermək üçün həmin aralığı gəzsəm, elə aralığını gəzsəm, o zaman mənim time kompleksim 2 vurulsun n olacaq. Hansı ki, burada baxsaq, məsələn yerinə qoysaq, Q ən böyük ola bilər 2 vurulsun 10 üstü 5. N də ola bilər ən böyük 2 vurulsun 10 üstü 5. Yəni getməli olan ən böyük əməliyyat sayı, ən pis halda getməli olan əməliyyat sayı 2 vurulsun 10 üstü 5 vurulsun 2 vurulsun 10 üstü 5. 4 vurulsun 10 üstü 10 olmuş olacaq. Hansı ki, baxsanız, bu əməliyyat sayının 1 saniyə getmə ehtimalı yoxdur. Çünki 1 saniyə biz, belə düşünə bilərsiniz, 1 saniyə biz maksimum 13-8 əməliyyat eləyə bilərik. Və ya uzağı 2 vurulsun 18 falan eləyə bilərik. Da yəni, işte 18 deyə bilərik daha dəqiq olaraq. Bəzən ondan az da ola bilər, dəyişir əslində. Amma təxmini 18 götürə bilərik. Məsələn, təxmini əgər 1 saniyə 2 vurulsun 18 əməliyyat eləyirsə, deyə bilərik ki, bu kod 1 saniyə işləyər. Amma baxsanız, burada biz həmin şəkildə kodu yazsaq 4 vurulsun 10 üstü 10 əməliyyat gedəcək ən pis halda və bu baxsınız 18-dən olduqca böyükdür. Yəni 18-dən nə qədər böyükdür? 4 vurulsun 100 qədər, 10 üstü 2 qədər böyükdür. Yəni 400 dəfə böyükdür. Yəni bunun 1 saniyəyə getmə ehtimalı yoxdur ümumi olaraq. Ona görə bu şəkildə yazsaq time kompleksi alırıq. Yəni biz əgər aralıqdakı elementlərin cəmini hər dəfəsində, məsələn, mənə sual gələndə ki, 1-dən 8-ə qədər elementlərin cəmini hesabla, mən gəzib hesablayım. Bütün arrayi bir-bir gəzim, 1-dən 8-ə qədər elementləri, birinci indeksən 8-ci indeksə qədər elementləri gəzim, hesablayım və s. Bu şəkildə eləməyə çalışsam time limit alacaq. Ona görə bizim başqa bir şeyə ehtiyacımız olur burada. O ehtiyacımız olan şey də prefix sum olmuş oldu. Prefix sumdan bunu daha sonra eləyə biləcəyik. İndi onu göstərəcəm. Sadəcə yəni indiyə qədər hər hansı bir sual varsa verə bilərsiniz. Məsələn, sadəcə birinci izah etməyə çalışdım ki, məsələn, burada niyə başqa bir şeyə ehtiyacımız olur? Məsələn, bu məsələni niyə adi bildiyimiz rahat bir yolla yaza bilmirik? Sadəcə onu izah etməyə çalışdım indiyə qədər. İndi bu kodun yazıb time limit olduğunu belə göstərə də bilərdim, amma məncə ona ehtiyac yoxdur. Belə əlavə vaxt gedəcək. Ki, onsuz da əsas məntiqin başa düşməyinizdir. Yəni sadəcə praktikada görməyinizin, bunu ən azından praktikada görməyinizin çox da bir şey yoxdur. Əsas onsuz da məntiqin başa düşsəz bəs eləyir burada. Okay. Hər hansı bir sual yoxdursa o zaman davam edə bilərik. Bəs deyə bilərsiniz ki, mən məsələn müəyyən bir indeksdən başqa bir indeksə qədər cəmi mən necə gəzmədən hesablayacağam? Yəni çünki düşünəndə məsələn mən gəzmədən məsələn mən sürətli bir şəkildə hesablamalıyam da. Mən bu sualları sürətli cavab verməliyəm. Məsələn 2 dənə sual var. Mən hər bir sualı tez cavab verməliyəm ki, gedən əməliyyat sayı az olsun. Mən hər bir sualı bütün array gəzib cavab versəm, o zaman küburen olmuş olur time kompleksinin. Bu işimə yaramır mənim. Time limit alacağam bu şəkildə. O zaman mən daha yaxşı bir yol tapmalıyam. Bu da yəni mən hər suala sadəcə sürətli cavab verməliyəm. Sadəcə mən hər suala, yəni mən suallar şəkildədir. Eldən R-ə qədər, elin-ci indeksdən, elin-ci indeksə qədər ədədlərin cəmi neçədir? Mən hər suala necə bütün array gəzmədən cavab verə bilərəm?
baxsanız, yəni ümumi olaraq bir şeyə sürətli bir şəkildə eləməyin yolu, məsələn, mən hər hansı bir şeyi sürətli bir şəkildə eləməyə çalışıram. Mən əgər məsələn bunu sürətli bir şəkildə eləməliyəmsə, məsələn eldən elə qədər cəmi sürətli bir şəkildə hesablamalıyam. Bunu gəzmədən eləməliyəm, çünki gəzsəm timing alaram. Bunu sürətli bir şəkildə eləməyin yolu sadəcə əvvəldən müəyyən bir şeyləri hesablamağımdır ki, onu mənim əvvəldən məntiqim ideyam odur ki, əsas ideyam. Əvvəldən bir şeyləri hesablayım ki, o mənə daha sonra kömək olsun. Bu aralıq cəmin eldən elə qədər aralıq cəmini hesablamağa çalışanda o mənə kömək olsun. Yəni eldən elə qədər aralıq cəmini sürətli bir şəkildə hesablaya bilməm o əvvəldən hesabladığım şeylərə görə. Əsas ideya ondan ibarətdir. Yəni məsələn mən indi başda müəyyən şeyləri hesablayacağam. Əvvəlcədən başlamazdan əvvəl, suallara cavab verməzdən əvvəl müəyyən şeyləri hesablayacağam. Hansı ki bu hesabladığım şeylər prefiks sam olacaq. Onsuz da mövzunun adı onunla bağlıdır. Prefiks samları hesablayacağam. Birinci. Sonra o prefiks samlara görə aralıq cəmlərini sürətli bir şəkildə hesablaya biləcəm. Prefiks sam ümumi nə deməkdir? Prefiks samı hərfi olaraq tərcümə eləsək, yəni prefiks sam onsuz da məncə bizim dilində də prefiks, sufiks, əslində şəkilçilər falan var, olmalıdır. Səhv etmirəmsə Azərbaycan dilində şəkilçilərin adları onunla bağlıdır. Prefikslər ümumi olaraq prefiks sözünün şəkilçiləridir. Sufikslər sözün sonuna artırılandır. Yəni prefiks sözünü şəkilçiləri isə oradan düşünə bilərsiniz ki, yəni onsuz prefikslər eyni şəkildə bu prefiks samlar, yəni prefiks cəmlər, əreyin prefiks cəmləri əreyin öndən olan cəmləridir. Yəni öndən cəmləri deyəndə nəyə nəzərdə tuturam? Məsələn, baxsanız birinci indeksə qədər cəm, ikinci indeksə qədər cəm, üçüncü indeksə qədər cəm, dördüncü indeksə qədər cəm, belə sadəcə bütün i-lər üçün başdan i-yə qədər cəm. Bunlar prefiks cəmlərdir. Birinci bunları hesablasam, mən hər hansı bir aralıq cəmi sürətli bir şəkildə hesablaya bilirim. İdeya bundan ibarətdir. Prefiks sam. Yəni məsələn baxaq necə eləyə bilirəm bunu. Bunun üzərində məsələn burada prefiks bu əreydə prefiks samları hesablamağa çalışım. Məsələn ilk indeksə qədər cəm, başdan ilk indeksə qədər cəm 3-dür. Başdan ikinci indeksə qədər cəm 5-dir. Bunu başdan, yəni müəyyən bir indeksə qədər cəmi həmişə başdan ora qədər gəzib hesablamaya ehtiyac yoxdur. Sadəcə məsələn mən başdan bu 4-cü indeksə qədər cəmi hesablamaq istəyirəmsə, onsuz başdan 3-cü indeksə qədər cəmi də hesablamışamsa, başdan 3-cü indeksə qədər cəmi bilirəmsə, başdan 4-cü indeksə qədər cəmi sadəcə başdan 3-cü indeksə qədər cəmin üstünə bir dənə oradan əlavə nə var? Yəni başdan 4-cü indeksə qədər cəm, başdan 3-cü indeksə qədər cəmdən nəyə fərqlənir? Sadəcə 4-cü indeksdən, yəni tək fərq başdan 4-cü indeksə qədər cəmdə, başdan 3-cü indeksə qədər cəmdən fərqli olaraq bir dənə 4-cü indeksin özü var. Yəni sadəcə hər dəfəsində əvvəlkini hesablaya bilərəm. Bir də hər bir üçün başdan hesablamaya ehtiyac yoxdur. Onları da o şəkildə sürətli hesablayırıq. Yəni baxsanız, başdan birinci indeksə qədər cəm onsuz 3-dür. Hələ birinci indeksə qədər sadəcə birində özü var. Yəni başdan birinci indeksə qədər cəm hələ birinci elementin özüdür. Başdan ikinci indeksə qədər cəm sadəcə birinci indeksə qədər cəm plus ikinci elementin özüdür. İkinci element 2-dir. Birinci indeksə qədər cəm 3 isə o zaman ikinci elementə qədər cəm 5-dir. 2 plus 3. Üçüncü element 4-dir. Üçüncü indeksə qədər cəm 4 plus 5-dir. Yəni bundan bir əvvələ qədər cəmin üstünə bu elementin özünü gəlsən, tapıram bura qədər cəmi. Bura qədər cəm 9-dur. Belə davam eləsək, bunu biraz aralıq yazsam əslində daha yaxşı olardı. Bir şeylə ayıraq ki, qarışmasın ümumi olaraq. 3, 5, prefiks samları sırayla yazaram sadəcə. 9. Harada səhvləsəm deyə bilərsiniz. Elə hesablamadı burada səhvləmə mümkündür. 14 eləmiş olur. Bura qədər cəm 15-dir. Sonra 16, 21, 24. Prefiks samlar bu şəkildədir ümumi olaraq. Əreyin prefiks samları bu şəkildədir. İndi mən bunları başda bunu hesablayacağam. Bunlardan istifadə edərək daha sonra aralıq cəmlərini sürətli bir şəkildə hesablayacağam. İdeyam bundan ibarətdir sadəcə. Yəni indi məsələn bunları hesabladım. Bunlar prefiks samlardır. Hansı ki baxsınız bu birinci 0-cı indeksə qədər cəmdir. Sonraki birinci, sonraki ikinci sayla indeksə qədər cəmlərdir. Hətta birdən yazın bunu. Bu birinci indeksə qədər cəmdir. Bu ikinci indeksə qədər, bu üçüncü indeksə qədər, bu dördüncü, bu beşinci, bu altıncı, bu yeddinci, bu səkkizinci indeksə qədər cəmdir. İndi məndən sonra istəyir ki, mənə sual gəlir. İndi mən suala necə cavab verə bilərəm? Məsələn, mənə sual gəlir ki, ikinci elementdən dördüncü elementə qədər elementlərin cəmi neçədir? Yəni, burada bu əreydə ikinci elementdən dördüncü elementə qədər elementlərin cəmi neçədir? Sadəcə mən bu prefiks sama görə hesablamağa çalışsam, gəzməyəcəm. Gəzsəm onsuz da hesablaya bilərəm. Deməli, ikincidən dördüncüyə qədər 11. 11-dir. Sadəcə mən bunu sürətli bir şəkildə hesablamaq üçün bunu onsuz da görürəm. Yəni hamı görür onsuz da bunu. Hamı baxıb əreydən hesablaya bilər. Sadəcə mən bir yolunu tapmalıyam. Birdən 8-ə qədər 24. Yəni bunları bir-bir deməyə ehtiyac yoxdur. Sadəcə dərsin ortasında caz almadan səs açmayaq. Sadəcə bir şey soruşursan, çata bilərsən, sadəcə deyə də bilərsən ümumi olaraq. Sadəcə yəni bunları bir-bir deməyin mənası yoxdur. Onsuz da hamı görür və qıraqda da yazıb onsuz. Sadəcə biz bunu sürətli bir şəkildə hesablamağın yolunu axtarırıq.
Necə prefiksama görə hesablaya bilərəm? Okay. Müəllim, Aha. müəllim orada 3-dən çəkim var sonuncuda. Orada 4 yazın. Yəni biz prefiksanda kodu yazanda elə bir qayda yazmalıyıq ki, əgər 3-dən çəkimi Elə 4-dən rəqəmlərdirsə 4-ə kimi sadəcə ailə deyirsə, qaytaraq. hə, Okay, ona ehtiyac 3-dən yoxdur. çəkimi Prefiksama onu deyirsə, nəzərə ala bilirik. Nəzərə ala hmm, bilirik onu. Ehtiyac yoxdur, amma pis deyil. İdeya olaraq. Heç kim bəzən yazmaq olar, amma lazım deyil. Nəzərə alınmır. Onsuz da prefiksamın tam baxmam. Tam baxmamışıq deyənlər burdandır sadəcə. Sadəcə indi baxsaq ki, mən indi 2-dən 4-ə qədər cəmi baxsanız, necə hesablaya bilərəm? Prefiksamdan istifadə eləyərək. Bu prefiksam ərəyini istifadə eləyərək. Məsələn, deyək ki, mən prefiksam bu ərəyi prefiksam ərəyə adlanır. Məsələn, deyək ki, bu ərəyin adını da qoyum, hələ pre olsun. Prefiksam ərəyin adı olsun pre. Hansı ki, mən hər pre i-də saxlamışam ki, başdan başlayaraq bu i-ci indeksə qədər cəm neçədir, onu hesablayıb saxlamışam baxsanız. Hər pre i onu bildirir. Onda A əriyindən hesablamışam da. A əriyindən bir dənə pre əriyi, prefiksam əriyi hesablamışam ki, bu indeksə qədər cəm neçədir. Hər bir indeks üçün. İndi məsələn, bu prefiksam əriyindən istifadə edərək, əriyin özünü gəzmədən necə hesablaya bilərəm ki, 50-ci indeksdən 50-ci indeksə qədər cəm neçədir? Müəllim, mən deyə bilərəm. Okay. Müəllim, Deyə elə bilirsən. bil biz burada Aha. müəllim deyir ki, burada bizə 2 ilə 4-də, bizdə burada 14 ilə 5 verilib. Əgər biz 2-nin yerinə 1 hesablasaq, 14-dən 3 çıxsa 11 verir. Bundan sonra 5 ilə 6-da da 15 ilə 16-dır. 5-i yerinə 4-ü götürsək, 16-dan 14 çıxsa 2 verir. 1 ilə 8-dir, 8-də 24-dür. 1 saymasaq 0-a geçsək, 24-dən 0 çıxsa 24 verir. Düzdür deyən. Düzdür onsuz. 3 ilə Prefiksam 3 o şəkildə olanda işləyir. da Düzdür. Ehtiyac yoxdur davam eləməyinə. Onsuz deyən düzdür. Sadəcə indi bunu ümumi olaraq izah edeyim. Necə o şəkildə hesablayırıq deyə. Baxsanız, məsələn, mən prefiksamları hesablamışam. Yəni, indi buradan araqlar üçün cəmi tapmalıyım da. Məsələn, 2-dən 4 aralıq, 2-4 aralıq üçün cəmi tapmalıyım. 2-dən 4-ə qədər cəm neçədir? Məsələn, baxsanız, mən əlimdə onsuz 4-ə qədər cəm var da. Mən 4-ə qədər cəmi hesablamışam. Prefiksamlar onu hesablayır. Onsuz prefiksamlar onsuz da başdan və indeksə qədər cəmlərdir. Mənim əlimdə başdan 4-cü indeksə qədər cəm var. Onsuz. Baxsanız hesablamışam da 14-dür. Başdan 4-cü indeksə qədər cəm. İndi amma mən 2-dən 4-cü indeksə qədər cəmi hesablamalıyam. Sadəcə baxsanız başdan 4-ə qədər cəmdən mən 2-dən 4-ə qədər cəmi necə hesablaya bilərəm? Mənə 2-dən 4-ə qədər cəm lazımdırsa, yəni baxsanız bunu başdan 4-ə qədər cəm götürsəm, mənə 2-dən 4-ə qədər lazımdır. Yəni baxsanız mən başdan 4-ə qədər cəmdən 2-dən 1 əvvələ qədər olan cəmi çıxsam, o zaman 2-dən 4-ə qədər cəmi alıram. Yəni məsələn başqa bir example üzərinə göstərsəm, məsələn mənə 4-cü indeksdən deyək ki, 7-ci indeksə qədər cəm lazımdır da. Buradan bura qədər cəm lazımdır. Mən əgər 7-ci indeksə qədər cəmi bilirəmsə, onsuz da prefiksam hesablamışam da. 7-ci indeksə qədər cəm neçədir? 21-dir. Yəni başdan bu 7-yə qədər cəm 21-dir. Amma mənə 4-dən 7-yə qədər lazımdır. Ona görə başdan 7-yə qədər olan cəmdən çıxıram başdan 4-ə qədər yox, başdan 3-ə qədər olan cəmi. Niyə? Çünki 4 özü qalsın da. Başdan 3-ə qədər olan cəmi çıxsam, baxsanız, başdan 7-yə qədər olan cəmin içində bunların hamısı var idi də, başdan 7-yə qədər olan cəmin içərisində. 7-yə qədər bütün elementlər lazım idi. Mənə amma lazımdır cəmin içərisində ancaq 4-dən 7-yə qədər olan elementlər olsun. Ona görə mən baxsanız başdan 4-ə qədər olan elementlər çıxmalıydı. 4-ün özü daxil olmamağına. Ona görə başdan onsuz da 3-ə qədər olan elementləri çıxıram. Yəni məsələn mən başdan 7-yə qədər olan elementləri götürsəm, oradan çıxsam başdan 4-dən 1 əvvələ qədər olan elementləri, bunları çıxsam, yerdə qalır 4-dən 7-yə qədər olan elementlər. Ona görə mənim ümumi olaraq ideyam necədir? Mən əgər 50-ci indeksdən 50-ci indeksə qədər cəmi hesablamalıyamsa, mən R-ə qədər cəmi götürürəm. Bu hesabladığım pre-R olmuş olur da, prefiksam ərəyində. Ondan çıxıram. Yəni L-dən R-ə qədər cəmi hesablayıramsa, bu R-ə qədər olan cəmi götürürəm. Ondan çıxıram L-dən 1 əvvələ qədər olan cəmi ki, onları silim cəmdən. Ümumi prefiksamı hesablayandan sonra mən L-dən R-ə qədər cəmi sadəcə bir dənə düsturunu hesablaya bilirəm. O düstur da budur. Düsturun necə işlədiyində onsuz da example üzərinə izah elədim. Belə amma yenə də ümumi suallar üzərinə gedə bilər. Belə nəysə, hətta bunların üzərindən göstərə bilərəm əslində burada necə işləyir deyə.
Sadəcə yəni düstur budur sadəcə. Mən eldən nə qədər cəmi hesablamaq istəyirəmsə və əvvəlcədən prefixamları hesablamışamsa, sadəcə mən eldən nə qədər cəmi pre-r minus pre-l minus 1-dən hesablaya bilirəm. Yəni r-ə qədər cəmdən eldən 1 əvvələ qədər olan cəmi çıxsam, hələ eldən r-ə qədər olan cəmi tapıram. Baxsanız, burada r-yə gəzmədim ki, eldən r-ə qədər olan cəmi hesablamaq üçün gəzmədim. Sadəcə əvvəl hesabladığım o 2 dənə şeyi bir-birindən çıxdım. Məsələn, mən əgər 4-cü indeksdən 6-cı indeksə qədər cəmi istəyirəmsə, bu normal arraydə 4-cü indeksdən 6-cı indeksə qədər olan cəmi istəyirəmsə, sadəcə 6-ya qədər olan cəmdən 4-dən 1 əvvələ qədər olan cəmi çıxacam. Hansı ki, baxsan 16-dan 9 çıxacam, tapacam 7-dir. Yəni o da onsuz da bizə bu cəmi verir. Baxsan 5 1-1-in cəmi vermiş olur. Orada 4-dən 6-ya qədər cəm. Ümumi olaraq bu şəkildə eləyəsi prefixamı. Yəni baxsanız, sadəcə mən hər suala bir dənə bu düsturu hesablayıb cavab verə bilərəm. Hansı ki, bu düsturu hesablamaq O1-dir. Yəni baxsanız sadəcə bir ədəddən digər ədəd çıxıram. Bunun riyazi əməliyyatdır. Bunu sürətli bir şəkildə kompüterlər eləyə bilir. Aslında bu C++-da bunu eləmək, hər hansı bir riyazi əməliyyat eləmək, bu toplama, çıxma və sair kimi əməliyyatlar eləmək O1-dir. Ona görə mən sadəcə 2 dənə sualın hər birinə baxsanız O1-ə cavab verəcəm. Yəni bir əməliyyat cavab verəcəm. O da sürətli olacaq. Necə? Necə? Nə qədər oldu? Nəsə eşitmədim. Mən lazım olsa yenə sual verərsiniz. Ümumi olaraq bununla bağlı nəsə başa düşməyən varsa sual verə bilər. Yəni prefixamı necə işlədik? Məsələn, prefixam bir də üstündən keçməli olsam prefixamı niyə işlətdik? Biz hər hansı bir aralıq cəmini, həmin aralığı gəzərək tapsaq, bu o qədər sürətli bir yol olmur. Biz daha sürətli hesablamaq üçün əvvəldən müəyyən şeylər hesablayırıq. Bu hesabladığımız şeylər prefixamlardır. Yəni hər bir indeksə qədər başdan ora qədər cəmləri hesablayırıq. Başdan ora qədər hər bir indeksə qədər hər bir indeks üçün başdan həmin indeksə qədər cəmləri hesablasaq, sonra biz aralıq cəmlərini bunlardan sürətli bir şəkildə hesablaya bilirik. Baxsanız. İdeya bundan ibarətdir. Baxsanız onsuz da düstur da yazdıq. Düsturun necə işlədiyini ümumi olaraq göstərdim. Ki bu düsturdan sürətli bir şəkildə hesablaya bilərəm. Sadəcə bu düsturda bizə nə lazımdır? Prefixamlar lazımdır. Ona görə sadəcə əvvəlcədən başlamazdan əvvəl suallara cavab verməyə çalışmazdan əvvəl birinci prefixamları hesablayıram. Sonra suallara sürətli şəkildə cavab verirəm. İdeya budur. Bir şey yox. Sual yoxdursa o zaman kodunu göstərə bilərəm bunda. Burada bir dənə sadəcə başqa şey var. Baxsanız şeydir. Yəni məsələn deyək ki, bizdə suallar şey şəklindədir. Düstur ümumi qalsın bir tərəfdə. Bu prefixam var idi. Bu da qalsın. O da çox böyük problem deyil əslində. Biz eldən nə qədər cəmi belə hesablayırıq da. Pre-r minus pre-l minus 1 kimi. Daha da baxsanız, məsələn, bizdən istəyir, məsələn, 1-dən 8-ə qədər cəmi. Mən o zaman bunu düstura görə belə hesablamalıyım ki, 8-ə qədər cəmdən çıxmalıyam 1-dən 1 əvvələ qədər cəm. 1-dən 1 əvvəldə element yoxdur axı. Əslində baxsaz onsuz da burada ehtiyac yoxdur. Onsuz da məndən 1-dən 8-ə qədər cəmi istəyirsə, hələ onsuz da mən hesablamışam da. Onsuz da mənim hesabladığım prefixamlar onsuz da başdan bu indeksə qədər cəmdir. Onsuz da hələ mən 1-ə 8-i çıxarsam bəsdir. Sadəcə bunu düsturuna yazsam, mən mənfi indeksə baxacağam da. Çünki 1-dən 8-ə qədər cəmi hesablayıramsa, o zaman gələ mən 8-ə qədər olan cəmdən düstura görə 1-dən 1 əvvələ qədər olan cəmi çıxın. 1-dən 1 əvvələ qədər cəmi əslində 0-dır. Mənfi indeksə baxmıram. 0-dan indeks etsəydim mənfi indeksə baxmış olacaqdım. Ona görə burada ümumi olaraq belə prefixam implementation deyəndə bu sadəcə düstur pozulmasın deyə biz pre-0-a 0 qoyuruq ki, ümumi düstur pozulmasın. Yəni bu prefixam arrayində sadəcə 0-cı indeksə götürürük 0 qoyuruq ki, düstur pozulmasın. Ki, yəni bu nə işimizə yarayır? Çünki məsələn deyək ki, bizə 1-ci indeksin 8-ci indeksə qədər cəmi hesablanırsa, 8-ə qədər olan cəmdən 1-dən 1 əvvələ qədər, 0-a qədər olan cəmi çıxmalıyıq da. Əslində amma biz 8-ə qədər olan cəmdən heç nəyə çıxmamalıyıq. Elə onsuz 8-ə qədər cəm, onsuz da 1-dən 8-ə qədər cəm verir də bizə. Ona görə sadəcə pre-0-a 0 qoyuruq ki, cavaba təsdiq düzgün şəkildə yəni hesablamağa davam edə bilək. Ümumi olaraq ideya o şəkildədir. Ona görə sadəcə bir dənə pre-0 0 olacaq. O sadəcə bir dənə edge case kimi bir şeydir. Çox bir şey yoxdur orada. Dərs neçədə bitəcək? Bu məsələyə baxdıq, daha sonra books məsələsinə məncə baxmaq o qədər çox vaxt almayacaq. Yəni ümumi ən pisi yarısında bitirməyə çalışacağam. Uzağa yarısından çox cüzi gecikməsini şey eləyə bilərəm. Booksa uzağı biraz daha sürətli falan və s. baxmağa çalışarıq.
Yəni bir məsələyə də baxıb bitirəcək. Sadəcə bunlar ümumi mövzularla bağlı ilk məsələlər deyə zat əlim dəyir ora. Bunlar sadəcə ümumi mövzularla bağlı ilk məsələlərdir deyə biraz çox vaxt bəzən xərclədim, bəzilərinə bəlkə də şeydə izah eləməyə, sadəcə daha yaxşı başa düşülsün deyə. Sadəcə bundan sonra bir dənə sliding window məsələsinə baxacaq, elə bitirəcəyik. İndi bir dənə də prefixamın implementation göstərəcəm. O da çox vaxt almayacaq. Diləyirəm. Müəllim, orada siz kod yazırsınız. O kod bloksdur. Code blocks. Məsələdə birdən də sənə belə biz də o şəkildə alsaq daha rahat ola bilər. Bir dənə də prefix summary götürəcəm. Array aldım girişdən. Sonra indi prefix sumları hesablamalıyam. Yəni prefix sumları necə hesablayacağam? Sadəcə bayaq dediyim kimi 1-ə 0-a bir dənə 0 qoyacağam. Prefix sumı i-yə qədər cəmi necə hesablayacağam? Məntiqim budur ki, i-yə qədər cəm i-ci indeksə qədər cəm. i-1-ə qədər cəm üstünə gələnsin aid. Yəni çünki baxsaz i-yə qədər cəmin i-1-ə qədər cəmdən nə fərqi var? Yəni məsələn baxsanız 4-ə qədər cəmin 3-ə qədər cəmdən nə fərqi var? Sadəcə 3-ə qədər cəmin üstünə 4-cü elementi gəlsən 4-ə qədər cəm alıram da. Amma onları yəni başdan hamısının prefix sumları hamısının başdan hesablamaya ehtiyac yoxdur. Çünki əsl halda n kvadrat falan hesablaya bilərəm. Ona görə bu şəkildə sürətlə hesablaya bilməli əvvəlkidən. Prefix sumları indi hesabladım. İndi suallara cavab verə bilməliyəm. Sonra sualları da dediyim üstündən cavab verdim. Sadəcə eldən elə qədər cəmi hesablamaq üçün elə qədər cəmdən çıxacam, eldən bir əvvələ qədər cəmi, tapacam eldən elə qədər cəmi. İşlədim. Bir də burada long lazım ola bilər. Hansısa burada cəmlər intdən böyük ola bilər. Longa sıxılırlar. Integerə sığmırlar böyük ehtimalla. Hansı da elədir. Ona görə mən defining long eləmişəm. Rahat olsun deyə mənim kodda yuxarıda var deyə problem olmur. Əgər kimdəsə ümumi problem çıxsa, oradan ola bilər. Ona görə dedim ümumi. Bunu da yenə qoymaq istəyirdim arasa, şeydir, kodu hər hansı qoya bilmirəm çünki qrupda olanda əsasən olur. Nəysə. Belə kodla bağlı kodu açıq qoyuram. Biraz 30 saniyəlik falan. Belə hər hansı bir sual olan varsa verə bilər. Müəllim, bizdə elə bu tema açıq deyil. Baxıram ki, bu tema yoxdur. Qrupda deyil onsuz. Sən yəqin yenə dərsə gec gəlmisən deyə oldu. Mən link atmışdım. Bunu qrupa sonra qoyacam, narahat olma. Amma bayaq link atmışdım. Dərsdə olanlar daha tez gələnə böyütmə baxa bilirlər. Ya da atım hələ onsuz. Yəni amma çox şey deyil o. Sadəcə link budur. Mən qrupa qoyacam daha sonra bunu. Bu da qrupda deyil də. Kodda budur. Password hissəsi. Başqa sual. Nəsə baş veribsə burada bilmirəm, ekranı falan bir şey, nəsə bir şey olubsa deyə bilərsiniz. Ortasında nəsə məsələn izah edəndə kəsilibsə falan. Okay. O zaman davam. Gəlməsə keçəcəklərik. Burada sadəcə booksa baxacaq ən son 2 pointers. 2 pointers nə idi şey olaraq? Sliding window olaraq. Onsuz da bu arada 2 pointers və sliding window oxşardır bu arada. Məsələ dilində də onsuz da buradan bəzi məsələlərə baxacağıq. Yenə. Bu məsələdə nə deyir? Bu məsələdə məsələnin şərti bu şəkildədir ki, bir dənə məsələnin nağıl hissəsini danışmayacağam. En sonunda bir dənə array verib. Sizdən bir dənə də sizə T verir. Səsi bağlayayım.
En uzun da bir dənə ərey verib və sizə bir dənə T verir. Sizdən ən uzun sub əreyin ölçüsünü istəyir ki, bu sub əreyin cəmi T-dən kiçik bərabərdir. Nağıl səs var məsələnin, amma ora ehtiyac yoxdur. Yəni sadəcə məsələni ümumi istədiyi əsas şey odur. Yəni məsələn bir dənə ərey var və bir dənə də sizə bir dənə ərey verir, bir dənə də sizə paralel olaraq bir dənə T verir. Sizdən istəyir ki, ən uzun sub əreyin ölçüsünü verəsiniz ki, həmin sub əreyin cəmi T-dən kiçik bərabərdir. Və bütün ədədlər əreydə müsbətdir. Əreydəki bütün ədədlər müsbətdir. Və sizə deyir ki, siz belə ən uzun sub əreyin ölçüsünü Müəllim, verməlisiniz ki, orada onun deyir ki, cəmi 5-dən kiçik paralel bərabərdir. yazmaq. Ən uzun sub əreyin ölçüsünü necə? Səninkizdə deyir ki, paralel yazmaq lazımdır. Attım da yazdım da bayaq. Azərself kapı idi şey. Yəni, yazmışam da ümumi. Baxsın çətə. Bayaq 10 deyirdim də, onsuz. Ekranı paylaşma. Yəni bayaq dedim də onsuz parol var da, parolu atmışam onsuz da çətə. Okay. Deməli, bayaq dediyim kimi məsələdə bir dənə T verir. Sadəcə sizdən ən uzun sub əreyin ölçüsünü istəyir ki, həmin sub əreyin cəmi T-dən kiçik bərabərdir. Yəni baxsa sub ərey ümumi əreyin bir hissəsi deyil, bir aralıqdır. Ümumi. Yəni hətta definition onsuz sub əreyin şeydir. Yəni ümumi sub əreyi tərif edirlər ki, sub ərey əreydən, normal əreydən başından və sonundan elementlər silərək ala biləcəyiniz əreyin hissələridir. Yəni əreyin özü də özünün bir sub əreydir. Yəni əreydəki aralıqlardır sub ərey. Sizdən ən uzun aralığı istəyir ki, həmin aralığın cəmi 5-dən kiçik bərabərdir. Ən uzun aralığın belə ölçüsünü istəyir. Məsələn, baxsaz burada cavab üstdür. Niyə üstdür? Çünki burada məsələn cəmi 5-dən kiçik bərabər olan ən uzun aralıq bu aralıqdır ki, baxsaz burada cəm toplasanız 4-dür. 5-dən kiçik bərabərdir. Cəmi T-dən kiçik bərabər olan ən uzun aralıq budur. Hansı bunun da uzunluğu 3-dür. Ona görə 3 verirsiniz. Məsələn, şəkli bu şəkildədir. Yəni sizə bir dənə ərey verir, T verir, cəmi T-dən kiçik bərabər olan ən uzun aralığın ölçüsünü çıxarmalısınız. Şərtlə bağlı hər hansı bir sual olan varsa verə bilər, yoxsa davam edə bilərik. Bu arada en maksimum məsələn şərtinə görə 15-dir, T-də maksimum 19-dur. Okay. Yoxdursa o zaman davam edə bilərik elə. Deməli, baxsanız, məsələn, ideyası bundan ibarətdir ki, sadəcə məsələn, hər indeksdən baxmalısınız ki, məsələn, bu indeksdən maksimum neçə uzunluğunda sub ərey götürə bilərəm ki, buradan başlayıb maksimum nə qədər neçə uzunluğunda sub ərey götürə bilərəm ki, onun cəmi T-dən kiçik bərabərdir. Çünki məsələn, biz ən uzun sub əreyi axtarırıq ki, həmin o sub əreyin cəmi T-dən kiçik bərabərdir. Bunun cəmi T-dən kiçik bərabərdir. Ki, mən sadəcə bütün sub əreyləri bir-bir yoxlasam, hansı ki bu n kvadrat olacaqdır. Bütün sub əreyləri əslində bir-bir yoxlasam, eləyə bilərdim bunu, amma burada n kvadrat yaza bilmərəm. Bütün sub əreyləri götürüb bir-bir yoxlaya bilmərəm. Ona görə burada biraz daha yaxşı bir şey, time connection olan bir şey eləmək. Ona görə burada sliding window eləyəcəm. Mesela burada sliding window necə? Müəllim, orada 4 yazılmışdı ki, çünki orada aşağıdakı ədədlərin Əreyin sayı uzunluğunu verir, 4-dür. n4-dür. Aha. Bəs 5 nəyə görə 5 də yazılır? T-də o, məsələnin şərtində bir dənə də T verir. Sən ən uzun sub əreyi tapmalısan ki, onun cəmi T-dən kiçik bərabərdir. Yəni baxsan burada o həmin sub ərey budur, çünki bunun cəmi 5-dən kiçik bərabərdir. Uzunluğu neçədir? 3. Ən uzun sub ərey ki, onun cəmi T-dən kiçik bərabərdir. Burada uzunluğu 3-dür. Ona görə cavab üstü buradadır. Baxsanız sadəcə burada cavab tapmaq üçün əslində. Hər indeksdən əslində yoxlamalısınız da. Səsi açırsınızsa bağlayın da. Burada ən uzun sub ərey ki, hansı ki onun cəmi T-dən kiçik bərabərdir. Onu tapmaq üçün sadəcə bir-bir bütün indekslərdən yoxlamalısınız. Məsələn, buradan maksimum neçə dənə element götürə bilərəm ki, onun cəmi T-dən kiçik bərabərdir. Məsələn, baxsaz, ilk indeksdən başlayan bir dənə sub ərey götürsəz ki, onun cəmi T-dən kiçik bərabər olsun, ən uzun nə qədər götürə bilərsiniz? Ona baxsanız, məsələn, buradan başlayanda mən ən uzun bura qədər götürə bilərəm. İkinci indeksə qədər götürə bilərəm. Üçüncü indeksə qədər götürə bilmirəm ki, baxsanız. Alınmır. Çünki üçüncü indeksə qədər götürsəm cəm 6 olur, 5 keçir. Mən
ən uzun sabərəyi tapmalıyam ki, 10 uzunluğu üstdən 10 uzunluğu 5-dən kiçik bərabərdir. Ona görə birinci indeksdən başlayan sabərəyə baxsaz ən uzun bura qədər olur. Hansı ki, bunu əslində baxsaz kollara düşünsəz, yəni sadəcə hər indeksdən başlayıb cəmləyə gedə bilərsiniz. Hara qədər ki, cəm t-dən kiçik bərabər gedir, elə tapa bilərsiniz də. Məsələn, sonrakı indeksdən baxsanız, buradan baxsanız, buradan hara qədər götürə bilərəm cəm t-dən kiçik bərabər. Məsələn, bura qədər götürə bilərəm cəm 1-dir, bura qədər götürə bilərəm cəm 3-dür, bura qədər götürə bilərəm, bura qədər götürə bilərəm, çünki cəm 4-dür, 5-dən kiçik bərabərdir. Onsuz da buradan da sonra artıq element yoxdur. Ona görə baxsanız, buradan başlayanda maksimum 2 uzunluğunda götürə bilərəm, buradan başlayanda maksimum 3 uzunluğunda götürə bilərəm, buradan başlayanda maksimum 2 uzunluğunda, buradan da başlayanda maksimum 1 uzunluğunda götürə bilərəm ki, cəm t-dən kiçik bərabər olsun, cəm 5-dən kiçik bərabər olsun. Ən uzun nə uzunluğunda götürə bildim? Ən uzun 3 uzunluğunda götürə bildim. Ona görə cavab üstü. Ümumi ideya budur. Bu şəkildə tapacağam. Sadəcə bunu, məsələn, mən hər dəfəsində baxsanız, başdan başlayıb hesablaya bilmərəm. Yəni, məsələn, mən buradan, məsələn, tapmaq üçün ki, buradan hara qədər götürə bilərəm, cəm t-dən kiçik bərabərdir. Bunun özündən başladım. Məsələn, cəm başda bir dənə cəm götürdüm, deyək ki. Cəm başda 0-dır. Cəmin üçün 3-ü gəldim, 5-dən kiçik bərabər olurmu? Olur. O zaman 3-ü götürə bilərəm. Cəm oldu 3. Sonra 1-i götürə bilərəm. Yəni, cəmin üstünə 1-i gələndə 5-dən kiçik bərabər olurmu? Olur. Olur. Ona görə cəm 4 olur. Hansı 5-dən kiçik bərabər götürə bilirəm. 1-i də. Amma sonra 2-ni götürə bilmirəm. Çünki 4-ün üstünə 2 gələndə 6 edir. 5 keçir. O şəkildə tapdım. Sonra kesin bu bir indeksini də o şəkildə tapım. Bu şəkildə eləyə bilmirəm. Bu şəkildə yazsam time limit alacağam. Niyə time limit alacağam? Çünki baxsanız ən pis halda mən bu indeksdən başlayanda mən ən pis halda axıra qədər gedə bilərəm. Bu indeksdən başlayanda mən ən pis halda axıra qədər gedə bilərəm. Buradan da ümumi olaraq bir indeksdən başlayanda yəni ən pis hal nə ola bilər? Axıra qədər gedim. Çünki axıra qədər gedəndə daha çox elementə baxmış olam da. Və mən bu indeksdən başlayanda maksimum n element gəzə bilərəm. Buradan başlayıb axıra qədər getsəm maksimum n-1-dən element gəzə bilərəm. Buradan başlayıb axıra qədər getsəm n-2-dən element gəzə bilərəm. Belə gedirəm olar. Onsuz da axırdan da başlayanda bir element gəzə bilərəm. Ümumi ona görə time kompleksinə baxsaz, time kompleksinin belə bir şey olmuş olur. Yəni birinci n-dən element gəzə bilərəm buradan ən pis halda. Buradan n-1-dən element gəzə bilərəm. n-2-dən belə 1-ə qədər gedir. Baxsaz bu 1-dən n-ə qədər ədədlərin cəmidir. 1-dən n-ə qədər ədədlərin cəmi də n vurulsun n+1 bölü 2-dir düstur olaraq. Hansı ki, bu da təxmini baxsanız, onsuz da n vurulsun n+1 bölü 2 təxmini n kvadrat bölü 2 kimi bir şeydir. Yəni bunun n kvadrat plus n bölü 2-dir, asanı deyil. Yəni təxmini n kvadrat bölü 2 kimi bir şeydir. Yəni bunun n kvadratdan çox bir fərqi yoxdur. Çünki n məsələn 10 üstü 5-dirsə, bu eləyir 10 üstü 10 bölünsün 2. Yəni bu da eləyir 5 vurulsun 10 üstü 9. Hansı ki, yəni bu da onsuz da 1 saniyə işləmir. Yəni ona görə yəni bu şəkildə time limit alacaqsınız. Ümumi. Ona görə onsuz da bu şəkildə yaza bilmirik. Mən hər indeksdən başlayıb baxa bilmərəm ki, hara qədər gedirəm ki, hara qədər gedə bilərəm ki, ora qədər cəm ümumi t-dən kiçik bərabərdir. Ona görə burada sadəcə nə edə bilərəm? Burada sadəcə baxsanız, burada əsasən ideya odur ki, hər indeksin özündən başlayıb gedə bilmərəm. Sadəcə burada da yəni adi sliding window yəni məntiqidir ki, yəni məsələn bir əvvəlki indeksdən başlayanda və bu indeksdən başlayanda arada çox fərq yoxdur. Yəni əvvəlki cavabdan hesablaya bilərəm yenə. Yəni məsələn baxsanız, mən birinci indeksdən başlayanda bura qədər gedə bilirdim. O zaman bundan bir sonraki indeksdən başlasam, məsələn bundan bir sonraki indeksdə başlasam, deyə bilərəm də ən az bu bayaq hara qədər gedə bilərəmsə ora qədər gedəcəm və ya ondan daha sonraya gedə biləcəm. Yəni ola bilməz ki, məsələn mən birinci indeksdən başlayanda 5-ci indeksə qədər gedə bilirdim, amma mən ikinci indeksdən başlayanda gedə bilirəm 4-cü indeksə qədər. Bu mümkün deyil axı. Çünki əgər sən birinci indeksdən başlayanda 5-ci indeksə qədər gedə bilirdinsə və yəni ora qədər cəm t-ni keçmirdisə, o zaman sən 2-dən başlayanda da 5-ə qədər cəm olsa keçməyəcək. Çünki yəni tam əksinə, yəni sən 1-dən başlayanda 5-ə qədər götürəndə, məsələn 1-dən başladınız bura qədər götürdünüz. 2-dən başlayanda yenə ora qədər götürsəniz, cəm daha kiçik olmuş olacaq. Çünki tam əksinə nə oldu? Yəni 1-dən başlayanda ora qədər götürəndə, 2-dən başlayanda ora qədər götürəndə tək fərq nə oldu? 1 çıxdı hətta aralıqdan. Yəni cəm kiçilmiş oldu hətta. Yəni ona görə yəni bayaq harda qalmışdınızsa, oradan davam edə bilərsiniz hələ. Bir əvvəlkində hardan qalmışdınızsa, oradan davam edə bilərsiniz. Yəni ən başdan başlamanıza ehtiyac yoxdur. Məsələn, mən üstə tapdım ki, burada sonraya şey eləmədim neysə, şey işləmədim. Ctrl Z və s. Məsələn, mən hər indeksdən hara qədər götürə bildiyimi tapmaq istəyirəmsə, həmişə özümdən başlayıb toplaya getməli deyiləm. Məsələn, bayaqkında haradan qalmışdımsa, oradan davam edə bilirəm. Və sliding window'un burada məntiqi odur. Yəni, məsələn, baxsanız, mən burada, burada da işlədi. Mən burada başdan başlayanda, birinci indeksdən başlayanda, ikinci indeksə qədər götürə bilirdim, üçüncü indeksə qədər götürə bilmirdim. Çünki ora qədər cəm artıq 5-dən 5 keçir. İndi məsələn, bəs mən
İndi keçdim 1-dən başlamağa. 1-dən başlayanda mən hara qədər götürə bilərəm? Mən 1-dən başlayanda, yəni bu o qədər yaxşı bir example deyil əslində. Yəni daha yaxşı bir example vermək olardı əslində. Məsələn, özüm yazsaydım, array belə bir şey olsun. Deyək ki, T də olsun, M 17 olsun. Ya da 17, 16 olsun. Yox, T də olsun 16. Məsələn, baxsınız, başdan başlayanda mən hara qədər götürə bilərəm? Mən ümumi olaraq başdan başlayanda bura qədər götürə bilərəm, bura qədər də götürə bilərəm, bura qədər də götürə bilərəm, bura qədər də götürə bilərəm. Çünki məsələn, bura qədər cəm 3-dür, götürə bilərəm, bura qədər cəm 4-dür, götürə bilərəm, bura qədər cəm 6-dır, götürə bilərəm, bura qədər cəm 11-dir, götürə bilərəm, amma bura qədər götürə bilmirəm, çünki cəm 17-dir. Ona görə başdan başlayanda bura qədər götürə bilərəm. Bu 4-cü leksiyə qədər götürə bilərəm. İndi məsələn mən hesablasam ki, indi mən sonra hesablamalıyam ki, bəs 2-dən başlayanda hara qədər götürmək olur? Sonra 3-dən başlayanda elə ən çoxunu tapacam da. Harda ən uzun götürə bilərəm. İndi məsələn mən hesablasam ki, 2-ci indeksdən başlayanda hara qədər götürə bilərəm? Mən yəni yenə başdan hesablamalı deyiləm. Yəni məsələn 1-ci indeksdə burada qalmışdım da. O zaman 2-ci indeksdə də 1-ci indeksdə hardan qalmışdımsa, oradan davam eləməyim optimaldır. Yəni oradan davam eləyə bilərəm hələ. Yəni məsələn mən yenə bu 2-ci indeksdən başlayanda özündən başlayıb cəm hesablamalı deyiləm. Məsələn bura qədər cəm 1-dir, okey götürə bilərəm. Bura qədər cəm 3-dür, götürə bilərəm. Ona baxmağıma ehtiyac yoxdur. Çünki mən onsuz da 1-dən başlayanda 4-ə qədər götürə bilirdim də. O zaman 2-dən də başlayanda mən ən az 4-ə qədər götürə bilərəm. Çünki 1-dən 4-ə qədər, 2-dən 4-ə qədər cəm baxsaz, 2-dən 4-ə qədər cəm 1-dən 4-ə qədər cəmdən daha kiçikdir. Ona görə mən 1-dən 4-ə qədər götürə bilərəmsə, 2-dən də 4-ə qədər götürə bilərəm. Sadəcə məsələn baxmalıyam ki, indi məsələn bir dənə element çıxıb aralıqdan. Sadəcə baxacağam ki, bu aralığı daha da uzada bilirəm. Yəni çünki bir dənə element çıxıb deyə, məsələn, mən cəmi daha kiçilib də. Məsələn, başdan bura qədər cəm 11 idi. İndi mən 2-dən götürəndə 3 çıxdı aralıqdan, cəm düşdü. Cəm düşdü 8-ə. İndi cəm 8-ə düşdü deyə mən indi yenə başqalarını götürə bilərəm də. Yəni çünki mən cəm 16 olana qədər götürə bilərəm. 16-dan kiçik bərabər olduqda götürə bilərəm. Ona görə cəm indi 8-ə düşdü deyə mən bu aralığı sağa doğru yenə genişləndirə bilərəm də. Genişləndirə bilərəm və ya bilməyə bilərəm. Əslində məsələn bu element çox böyük olsaydı götürə bilməyəcəydim. Çünki məsələn bu element məsələn 10 olsaydı götürə bilməyəcəydim. Yəni 8-dir, amma yenə onu götürə bilmirəm çünki 10 götürsəm 18 olur. Yəni 16-dan kiçik bərabər deyilsə. Amma bəzən də götürə bilərəm. Məsələn burada 6 deyə götürə bilərəm. Çünki 6-nı götürsəm 8-in üstünə eləyir 14. Ona görə mən bu aralığı baxsaz 2-dən başlayanda bura qədər genişləndirə bilərəm aralığı. Biri də biraz şey oxşuyur. Bayağı o çəkdiyim aralıq. Okay. Sliding window məntiqi bundan əlaqəlidir. Yəni məsələn baxsanız, adi bu array üzərindən göstərməli olsam, okay. Müəllim, prefix nədir? Orada yazıları həmişə pre. Bir də biraz kod əvvəl bloksan- izahləmişəm də, yəni oradan niyə sual vermirdin, başa düşməmişdinsə. Prefixdən biraz əvvəl izahləmişəm, Jones. Okay. Mən Bir problemi də kod boxa girim. prefix orada array-in adıdır. Mən array-in adını elə qoymuşam. Array-in adını qoyaram, səslənirəm ki, B qoyaram, C qoyaram, prefix qoyaram, başqa bir şey qoyaram, array qoyaram elə adım. Hadi orada bir şey yoxdur ki, array-in adıdır orada. Amma ümumi olaraq prefix onsa prefix sanları saxlayır deyə mən də yazmışam. Çox sağ ol, başlasam hangi? Bir də baxsanız sadəcə yəni burada LR götürəcəm. Burada adi two pointers kimi. Yəni o sliding window two pointers'dan fərqi odur ki, yəni two pointers'da baxsaz LR olurdu. Sadəcə LR ayrı istiqamət yerirdi. Məsələn, hər dəfəsində ya L-i artırırdınız, ya R-i azaldırdınız. Ümumi two pointers o şəkildə gedirdi. Burada şey odur ki, yəni sliding window'nun ümumi fərqi two pointers'ın bir variasiyası kimi düşünə bilərsiniz. Burada da LR var. Sadəcə L və R eyni istiqamətə gedirlər. Və bunun da time kompleksisi o aynı olmuş olur. Niyə? Çünki L maksimum nə qədər sağa gedə bilər? L maksimum nə qədər arta bilər? N dəfə arta bilər də. Yəni L 0 oldu, daha sonra 1 oldu, 2 oldu, 3 oldu, maksimum N ola bilər. L maksimum N dəfə dəyişə bilər. R də maksimum N dəfə dəyişə bilər. Ona görə ikisi də N dəfə dəyişə bilərsə, N plus N 2 N dəfə dəyişə bilərlər. 2 vurulsun N dəfə dəyişə bilərlər. Ancaq yəni time kompleksini o aynı eləyir. Yəni baxsanız 2 konstantdır sadəcə.
Yəni 2 vurultusundan 3 vurultusundan çox fərqlənmir. Time kompleksi ON-dir. Okay. Nəysə. Ümumi ideal şəkildə. Sadəcə məsələn buradan ümumi göstərsəm, sonra da kodun onsuz da göstərəcəm. Sadəcə dərs çox uzanmayacaq. Sadəcə kodun göstərəndə maksimum 10-40-a qədər yəqin gedə bilər. Deməli, məsələn, sadəcə L-ləri götürəcəm və məsələn hər dəfəsində L birinci 0 olaraq başlayıram. Yəni sadəcə onsuz da L hər dəfəsində artır. Yəni məsələn birinci bu 0-dan baxmalıyam ki, hara qədər götürə bilərəm. Sonra baxmalıyam 1-dən hara qədər götürə bilərəm. Sonra baxmalıyam məsələn 2-dən hara qədər götürə bilərəm. Sonra 3-dən belə-belə getməliyəm. Yəni L hər dəfəsində artırmalıyam. Hər dəfəsində sonrakı indeksə keçib baxıram ki, oradan hara qədər götürə bilərəm ən çox. Və hər dəfəsində də R necə dəyişir? Sadəcə bir dənə cəmim var. Və məsələn nə vaxt ki, məsələn buradan deyək ki, L bu dəqiqə 1-dir, R-də 3-dür. O zaman R-i o vaxt artıra bilərəm ki, yəni o vaxt növbəti elementi götürə bilərəm ki. O vaxt növbəti elementi götürə bilərəm ki, həmin növbəti elementi götürəndə, məsələn, indi L-in 1 R-im üstdürsə, götürdüyüm aralıq 7, götürdüyüm aralığım cəmi 8-dir. O vaxt bir sonraki elementi götürə bilərəm ki, o bir sonraki elementi cəmin üstünə gələndə... Prefix arrayın adı idi. Ha, adı idi, aha. O vaxt sonraki elementi götürə bilərəm ki, bu götürdüyüm elementi cəmin üstünə gələndə cəm 14 oldu da. 15-dən, yəni burada düzdür, bu başqa example-dır. Burada T5-dir. Burada götürə bilmərəm əlbəttə. Heç bayaq 2-də olmaz, T8-də olmaz. Amma T15-dirsə məsələn, burada mən aralıq 1-3 olanda mən gedib 6-nı götürə bilirəm də. Çünki onu da götürsəm cəm olur 14. Mən 15-dən kiçik bərabər olsa deyək ki, götürə bilərəm. O zaman, yəni R-i o vaxt artırıram ki, bu R plus birinci elementi gələndə ümumi cəmin üstünə cəm hələ də T-dən kiçik bərabər olur. Belə şey elə bilərəm. Ümumi kodda bunu yazsam, onu yenidən izah elədim. Ümumi sadəcə məntiqi şəkildə olacaq. Məncə kodun üzərindən göstərməyim daha rahatdır. Ümumi sadəcə kodun göstərəcəm. Kodun yazacağam. Bunun R-yi aldım girişdən. Sonra bir dənə L-ləri götürəcəm. Hansı ki, əslində L-i kimi də, L-i fordan da yaza bilərəm. Olsa hər dəfəsində bir sonraki L-ə keçməliyəm də. Yəni məsələn, baxsanız, sonra onları maksimum götürəcəm. Yəni birinci məsələn baxıram ki, buradan hara qədər götürmək olur ən çox. Sonra baxıram 2-dən ən çox hara qədər götürə bilərəm, ən uzun. 3-dən ən uzun hara qədər götürə bilərəm. İndi bunların maksimumu olur. Array-də ən uzun neçə uzunluğunda sub-array götürə bilərəm ki, 10 cəmi 7, 10 cəmi T-dən kiçik bərabər olur 7-dən. Ümumi ideal şəkildədir. Ona görə L hansı hər dəfəsində 1 artacaq. Yəni L əlif formla yaza bilərəm. Sadəcə R-i götürəcəm bir dənə də əlavə dəyişim olaraq. R başda 0-dır. Hətta R-i başda şey qoya bilərəm. Yəni hər dəfəsində R hara qədər götürdüyümdür. Mən R-i başda burada implement etmək üçün R-i başda -1 qoyacam. Bu arada 0-dan da -1 qoyacam. Çünki yəni mən ümumi şey baxıram. Hətta bu biraz qarışdı. Eynisini. Tamam, bir dənə yəni yenə bir dənə array olsun. Məsələn, mən başda S0-dır. Məsələn, mən R-i necə işlədirəm? Yəni bir dənə mən sadəcə R-i o vaxt sağa eləyirəm ki, o vaxt aralığı böyüdürəm ki, bu R-dən məsələn R deyək ki, bu dəqiqə 2-dir, bu dəqiqə 1-dir. 0-dan desəmsə bura birinci indeksdə. Mən R-i o vaxt sağa çəkirəm ki, R-i o vaxt artırıram ki, bu R-dən bir sonraki elementi götürəndə cəmin üstünə, yəni bu R-dən bir sonraki cəmin üstünə bu R-dən bir sonraki element gələndə, bu R-dən bir sonraki elementi götürəndə cəm T-dən kiçik bərabər olaraq qalır. Ona görə məsələn mən
birinci eri mən 1-dən başlayacağam ki, mən r plus 1-i götürməyə çalışıram axı həmişə. Yəni birinci onsuz sıfırdan başlayanda birinci sıfırı götürməliyəm. Sıfırı götürməyə çalışmalıyam. Sıfırı götürməyə olursa sonra 1-i götürməyə çalışmalıyam. 1-i də götürməyə olursa sonra 2-ni götürməyə çalışmalıyam. Hara qədər gedə bilərəmsə. Ona görə eri başda birinci mən 1-dən başlayacağam. Və hər dəfəsində sadəcə r plus 1-i götürməyə çalışıram. Əgər onu da necə yoxlayıram? Əgər r plus 1-ci element varsa, yəni ola bilər bu arada axıra qədər götürmüşəm onun üçün, o zaman sonraki element olmamış olur. Ona görə r plus 1-i o vaxt götürə bilərəm ki, r plus 1-ci element olsun ərin içərisində. Varsa və həmin elementi cəmin üstünə gələndə əgər deməli və həmin elementi cəmin üstünə gələndə t-dən kiçik bərabər olursa, o zaman r plus 1-ci elementi götürə bilərəm. O zaman r1 artırıram ki, növbəti elementi götürə bilərəm. Və bir dənə sam sadı götürməmişəm hələ ki. Növbəti elementi götürə bilərəm və onu sonra cəmin üstünə gəlirəm. Ümumi əsas hissəsi bu şəkildədir. İndi sadəcə bəzi şeylər var. İndi məsələn bu dövr sadəcə məsələn Yəni ki, cəmi sam orada sam yazılır. cəmdir, aha, cəmdir. Məsələn mən tapdım ki, məsələn burada while-la sadəcə ona görə dövrünə yazmışam ki, hara qədər götürə bilən stafı. Məsələn buradan getdim, bunu götürdüm, gen götürdüm, elə getdim, bura qədər satdım. Məsələn ən axırda bura qədər götürə bildim. İndi məsələn sonra mən əgər L-dən R-ə qədər elementləri götürə bilirəmsə, o zaman bu aralığın uzunluğunu necə tapa bilərəm? L-dən R-ə qədər neçə element var? Onu düsturla necə tapa bilərəm? Hansı ki məncə rahatdır. L-dən R-ə qədər neçə element olduğunu necə tapa bilərəm? 5-ci indeksdən 10-cu indeksə qədər neçə element var? Nəsə deyəsən. Səs gəlir ümumi olaraq. 5-cidən 10-cudan 10-cuya. Əslində elə mən ümumi olaraq şey dedim. Məsələn L var, R var. Mən indi məsələn bu L üçün tapdım ki, mən R-ə qədər götürə bilirəm. Onu while-la götürə bildiyim qədər getdim, tapdım. Okay, o zaman mən indi L-dən R-ə qədər götürə bilmişəm. Bu aralığın uzunluğu nə qədərdir? L-dən R-ə qədər olan aralığın uzunluğunu necə tapa bilərəm? Riyazi olaraq. Məsələn 5-dən 10-cu elementə qədər 6 dənə element vardı. Baxsanız. 5-ci elementdən 10-cu elementə qədər 6 element var. 1 çıx 5. Çıxıb üstünə 1 gələ bilərəm sadəcə. Sadə donsuz. R-1 plus 1 olmuş olur aslına görə. Sadəcə bunların maksimumunu götürəcəm ki, məsələn, birinci tapacam birinci indeksini nə qədər götürə bilərəm, ikinci indeksini, üçüncü indeksdən sonra bunların maksimumu cavabım olacaq. Bir dənə şey qaldı indi. Sadəcə bir dənə şey qaldı. Uzağı bəlkə bir dənə də HKS nəsə görməmişəm, o qala bilər. Amma məsələn indi baxsanız, bir də mən indi hər dəfəsində elə bir sürüşdürürəm. Yəni məsələn belə bir şey olmuş olsun deyək ki, məsələn mən başdan tapdım ki, bura qədər şey elə bildim. Sonra keçdim növbəti elə. O biri elə keçdim. İndi oradan ara qədər şeylər götürə bilərəm, onu tapmaq istəyirəm. Onsuz dediyim kimi harda qalmışamsa oradan davam edirəm yenə. R-i onsuz da hər dəfəsində R-i bu L-dən başlatmıram. R harda qalıbsa oradan davam edirəm hər dəfəsində. Sadəcə baxsanız bir dənə şey olur. Məsələn mən buradan başlayanda bura qədər götürə bilirdim. İndi buradan başlayanda qədər götürə bilərəm. Onu şey eləmək istəyirəm. Sadəcə baxsaz indi buradan başlamaqdan ondan bir sonraki indeksə başlamağa keçəndə bu element aralıqdan çıxır. Ona görə bunu cəmdən çıxmalıyam bir dənə. Hər dəfəsində növbəti elə keçəndə. Ona görə bir L-dən digərinə keçəndə sadəcə bu L-ci elementin özü aralıqdan çıxır. Ona görə samdan o hər dəfəsində bu növbəti keçəndə ən axırda dövrün axırında samdan çıxacam A-li. Sadəcə bunu da həmişə eləməyəcəm. Bunu da həmişə eləmərəm. Çünki məsələn bəzən bu arada şeydir. Bəzi L-lərdən heç bir şey götürmək olmur. Məsələn baxsanız bu arada T olsa atıram. Bütün elementlər T-dən kiçik bərabərdirmi? Onu bilmək lazımdır bir dənə. Məncə deyil bəlkə də elementlər deyil. Məsələn baxsanız T olsa 10 məsələn və arraydə də var 11. 12, 5, 6. Baxsanız mən buradan başlayanda heç bir element götürə bilmirəm.
buradan başlayanda heç bir element götürə bilmirəm. Çünki bir dənə element belə götürsəm, onun cəmi ondan böyükdür. Mən tapalım ki, ən uzun sabariyə tapmalıyam ki, onun cəmi ondan kiçik bərabərdir. Onun üçün mən buradan başlayanda heç nə götürə bilmirəm. Və bu problemi ümumi yaradır. Əsasən bu hal bir dənə problem yaradır. Necə problem yaradır? Mən əgər buradan başlayanda heç bir şey götürə bilmirəmsə, məsələn buradan başlayanda heç bir şey götürəmədim, cəm 0 olaraq qaldı, r də qaldı -1 olaraq başda. İndi mən keçdim növbəti elə, keçdim l bərabərdir 1 alınır. Burada problem var. Məsələn, mən indi baxsaz hər növbəti elə keçəndə cəmdən çıxıram a-li. Bunu niyə edirəm? Çünki məsələn mən buradan bura qədər götürmüşdüm. İndi sonra keçəndə o biri növbəti elə keçəndə bu a-lin özü cəmdən çıxmış olur. Aralıqdan çıxmış olur bu a-lin özü. Amma əgər mən bu eldən başlayanda heç nə götürə bilməmişdimsə, o zaman a-lin özü aralıqda olmadığından növbətiyə keçəndə çıxmamış olur. Yəni çıxmış olmur. Ona görə məsələn baxsaz burada cəm 0-dır. Mən növbətiyə keçəndə cəmdən bu 11-i çıxsam, cəmi alacam -11 falan, hansı ki, yəni səhv ümumi olaraq. Bu bayaq dediyim kimi məsələn birindən heç bir şey götürməyən də olur. Elə problem yaşanır. Ona görə sadəcə yoxlayacağam ki, əgər yəni eldən başlayanda bu elin özünü götürmüşəmsə, növbəti elə keçəndə bu cəmdən onu çıxacam. Yəni if olaraq bunu şərt olaraq yazsam, əgər indi eldən r-ə qədər götürmüşdüm də, bu eldə r-ə qədər götürmüşdüm. Əgər bu eldə hara qədərsə götürmüşdüm, həmin o r eldən böyük bərabərdirsə, yəni mən əgər bu l üçün özündən sonraya qədər götürə bilmişəmsə, məsələn, əgər yəni məsələn 0 üçün r başda -1-dir də, əgər onsuz da -1 olaraq qalıbsa, deməli mən bu 0-ın özünü götürəməmişəm. Amma əgər r özündən sonra da bir şeydirsə, məsələn mən 0-dan başlayanda 3-ə qədər götürə bilmişəm. O zaman bu aralıqda bu 0-ın özü var da. Ona görə 1-dən başlamağa keçəndə bu 0-ın özünü çıxmalıyam. Amma yəni onu if olaraq yazsam, r l-dən böyükdürsə ancaq bu sum minus bərabərdir a-li eləyəcəm sadəcə. Bir dənə əlavə şərt olaraq. Bir də hər dəfəsində bayaqkında harda qalmışıqsa r, oradan davam edə bilirik. Yenə bu dediyim halda bir dənə də problem çıxır. O da şeydir, yəni yenə bu eyni şeylə bağlıdır. Məsələn, baxsanız mən 0-dan başlayanda heç nə götürə bilmirəm deyə. Mən 0-dan başlayıram və heç nə götürə bilmirəm deyə. R qalır -1 olaraq. İndi məsələn mən 1-ə keçəndə, l olaraq 1-ə keçəndə, indi mən bayaq r harda qalıb, oradan davam edə bilmərəm də. Çünki mən məsələn oradan davam eləyəsəm, məsələn, -1-dən sonra 0 gəlir, mən 0 götürməyə falan baxsam, amma mən 1-dən başlayıramsa, mən 1-dən başlayan da hara qədər götürə bilərəm, onu baxmaq istəyirəmsə, mən 1-dən əvvəlki bir şey götürə bilmərəm axı. Ona görə r daha əvvəldə qalıbsa bu l üçün, r-i ən pis halda l-dən bir əvvələ gətirirəm ki, yəni ən pis halda mən l-dən başlayanda birinci özünü götürməliyəm, sonra özündən sonrakini l ilə getməliyəm. Ona görə əgər sadəcə if olaraq yazacağam ki, əgər ümumi olaraq Dərs nə vaxt bitəcək? indi bitəcək. R əgər arxada qalıbsa, yəni r əgər l-1-dən kiçikdirsə, r-i ən pis halda l-1 eləyəcəm. Ümumi bu şəkildədir. İndi bunu kod çalışdırım. Digərini də çalışdırdım. Değerli olmalı əslində bir dənə. Sonra kodu göstərdim. Nə sual varsa ümumi verərsiniz, yoxsa bitirərik hələ. Axır ki. Yəni siz linki atmışsınız ələnşi sayt. Onun parolü nədir? 5 dəfə dedim bayaq. AZSL kap şey altdan xətt kap idi. Baxsan bura yazmışam, çətə yazmışam da yenidən yazıram.
Wrong answer aldınız 4-dən niyəsə. Ki, sadəcə bir dənə baxım. Nə iş eləmişəm? Sum 0 idi. Eldən. Nəsə longun problemi də deyil. Niyə öz attığım sum bir aça bilmirəm ki? Mən hesabına atmayıb ki bu. Out of bounds. Ha, şeydi, gördüm. Benim Burada çalışmaları sadəcə diskatman I uzaq plus 1 yazmalıydım. Yəni diskasa. R plus əgər yəni R-də olanda ümumi olaraq məsələn L-lər aralıdırsa mən R-dən R plus birinci elementi o vaxt götürə bilərəm ki, R plus birinci elementi var və R plus birinci elementi cəmin üstünə gələndə R-dən kiçik var olacaq. Sadəcə elə bir dənə kiçik səhv var idi. Sadəcə o niyə Belə biraz boş danışırsan bütün dərs boyu. Dərsi şey eləyirsən, pozursan full. Və yəni mənalı məsələn sual verə bilərsən. Mən o şey yoxdur. Bir şey başa düşməmisən, sual verə bilərsən. Sadəcə verdiyiniz suallar da biraz mənalı olmadı. Sual verməyə çəkinməyin ümumi olaraq. Yəni bir şey başa düşməyə bilərsiniz. Onsuz da məsələn çox vaxt məncə normal bir insan onsuz da məncə yəni bir şey başa düşməmisə sual verirsiniz, orada səhv sual verəməzsiniz. Yəni onsuz da tamamlı bir şey yoxdur ümumi olaraq. Amma yəni verdiyiniz suallar normal olmalıdır da. Yəni məsələn niyə output for məsələdə və sair kimi suallar çox da mənalı deyil ümumi olaraq. Ən az məsələn bu dəqiqə sliding window və practice sum baxırıq sən özü olaraq. Ona görə sadəcə kodu indi ekranda açıb buraxıram. Belə hər hansı bir sualın varsa verə bilər, yoxdursa da dərsi bitirə bilərik artıq. Başqa suala baxmayacağıq. Okay. Yoxsa o zaman bitirə bilərik elə. Sağ olun, gəldiniz, görüşəndə.